Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün elektromaqnit rəqsləri və dalğalar başlığından sərbəst elektromaqnit rəqsləri, rəqs konturu, rəqs konturunda rezonans, tranzistorlu generator başlığındakı testlərin izahına baxacağıq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, rəqs konturunda 1 bölünsün kök altında LC ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Uşaqlar, bu omeqanın düsturudur. İndi bu düsturların hər birini yazacağım bura. Omega bərabərdir 1 bölünsün kökün altında LC'dir. Periyodum T bərabərdir 2 pi kök altında LC'dir. Tezlik isə nü bərabərdir 1 bölünsün 2 pi kök altında LC'yə bərabərdir. Onda bu ifadə olur omega. Omeganın adı dövrü tezlikdir. Yəni cavab olur D variantı. Keçək 2 nömrəli suala. Rəqs konturunda 1 bölünsün 2 pi kök altında LC ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Tezlik. Cavab olur A variantı. Keçək 3 nömrəli suala. L kvadratı bölünsün 2, çıxılsın Q bölünsün 2 ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? Ayağında M olan tam enerjini bildirir. Burada L kvadratı bölünsün 2 tamın düsturudur. Çıxıram Q bölünsün 2 elektrik sahəsinin enerji düsturudur. Tam enerjinin düsturu nə idi? W tam bərabərdir elektriklə maqnitin cəminə. İndi burada elektrik var, tam var. Deməli, maqniti tapıb. Maqniti tapanda tam enerjidən elektrik sahəsinin enerjisini çıxırıq. Onda olur sarğacın maqnit sahəsinin enerjisinin ani qiyməti. Yəni 3-də cavab A variantı. 4 nömrəli sual. CUM kvadratı bölünsün ki, çıxılsın 50 kvadratı bölünsün ki, CUM baxın ayağında maksimum qiymət var. Elektrik sahəsində maksimum enerjisi maksimum qiyməti, maqnit sahəsində enerjisi maksimum qiymət tam enerjidir. Onda deməli birinci tamdır. Çıxıram. 50 kvadratı bölünsün 2 isə maqnit sahəsinin enerjisinin düsturudur. Onda burada hansını tapıb? Elektriyi. Elektrik bərabərdir W tam çıxılsın W maqnit. Deməli elektrik sahəsinin enerjisinin ani qiyməti cavab olur D variantı. 5 nömrəli sual. QM kvadratı bölünsün 2-si, çıxılsın CU kvadratı böl 2 ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? QM kvadratı bölünsün 2-si, ayağında maksimum qiymət var, deməli bu tam enerjidir. Çıxıram. CU kvadratı bölünsün 2 isə elektrik sahəsinin enerjisidir. Tamdan da elektrik sahəsinin enerjisini çıxsam, mənə maqnit sahəsinin enerjisinin ani qiymətini verir. Yəni 5-də cavab olur B variantı. 6. W çıxılsın fi kvadrat böl 2L. Baxın, W-nu öz verib ki, tam enerjidir. Çıxıram. Fi kvadratı bölünsün 2L maqnit sahəsinin enerjisinin düsturudur. Onda tamdan maqniti çıxsam, elektrik sahəsinin enerjisinin ani qiymətini alaram. Yəni 6-da cavab olur D variantı. 7. W çıxılsın Q kvadrat böl 2S ifadəsi. W tam enerjidir. Onda çıxıram Q kvadrat böl 2S də elektrik sahəsinin enerjisinin düsturudur. Tamdan da elektriyi çıxsam, maqnit sahəsinin enerjisinin ani qiymətini alaram. Cavab olur B variantı. 8. Fm kvadrat böl 2L çıxılsın 50 kvadratı bölünsün 2 ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? Deməli, Fm ayağında maksimal var, tam enerjidir. Çıxıram 50 kvadratı bölünsün 2-dən maqnit sahəsinin enerjisidir. Tamdan da maqnitə çıxanda elektrik sahəsinin enerjisinin ani qiymətini alıram. Yəni cavab olur C variantı. 9. CUM kvadratı bölünsün 2, çıxılsın fi bölünsün 2. CUM maksimum qiymətdir, yəni tam enerjidir. Çıxıram. Fi bölünsün ki, maqnit sahəsinin enerjisidir. Tamdan maqnitə çıxsam, yenə elektrik sahəsinin enerjisinin ani qiymətini alaram B variantı. 10 nömrəli sual. Rəqs konturunda alınan sərbəst elektromaqnit rəqslərinin rəqs periyodu 2 pi kök altında LC düsturundan tapılır B variantı. 11. Rəqs konturunun elektromaqnit sahəsinin tam enerjisi. Tam enerji nə deməkdir? W tam bərabərdir elektriklə maqnitin cəminə. İndi baxıram birincidə. Baxın, 50 kvadratı böl 2 maqnitində. Amma Q vurulsun S kvadrat böl 2 deyə bir elektrik düsturu yoxdur. 50 bölünsün ki, üstə gəl S bölünsün 2 küp. Belə bir düstur yoxdur. 50 kvadratı bölünsün ki, maqnit sahəsinin enerjisi. Amma Q bölünsün S kvadrat deyə elektrik sahəsinin enerjisinin düsturu yoxdur. Cavab Y variantıdır. 50 kvadratı bölünsün ki, maqnit sahəsinin enerjisinin düsturudur. Q kvadrat böl 2 isə elektrik sahəsinin enerjisinin düsturudur. Bunları da toplayanda mənə maqnit tam enerjini verir. Gəlirəm 12 nömrəli suala. QM kvadrat böl 2-si, çıxılsın Q kvadrat böl 2-si. Baxın, QM-in ayağında bir maksimum işarə var. Bu tam enerjini bildirir. Tamdan çıxıram, Q kvadrat böl 2S elektrikdir. Tamdan elektriyi çıxanda mənə maqnit sahəsinin enerjisinin ani qiymətini verir. Yəni 12-də cavab olur Y variantı. 13. LM kvadratı böl 2 çıxılsın fi bölünsün ki. LM
ayağında maksimum qiymət var, yəni tam enerjidir. Çıxıram, fi bölünsün ki, maqnit sahəsinin enerjisidir. Tamdan da maqniti çıxanda elektrik sahəsinin enerjisinin aynı qiymətini verir, yəni cavab olur Y variantı. 14 nömrəli sual. QM kvadrat bölü 2-si çıxılsın fi bölünsün 2 ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? QM kvadratı yenə maksimum qiymətli tam enerjini bildirir. Çıxıram, fi bölünsün 2 də maqniti. Deməli, onda tamdan da maqniti çıxanda elektrik sahəsinin enerjisinin aynı qiymətini alaram. Cavab olur C variantı. 15 nömrəli sual. Fi bölünsün 2, üstə gəlinsin. Sev kvadratı bölünsün 2 ifadəsi hansı rəqs konturunda hansı fiziki kəmiyyətə uyğundur? Deməli, fi bölünsün 2 maqnit sahəsinin enerjisinin düsturudur. Üstə gəlirəm. Sev kvadratı bölünsün ki, elektrik sahəsinin enerjisinin düsturudur. Bu ikisinin cəmi isə mənə verir maqnit sahəsinin, daha doğrusu tam enerjinin düsturunu. Deməli, baxırıq burada tam enerjiyanı D variantı. Rəqs konturunun tam enerjisinə uyğun gəlir. 16 nömrəli sual. Hansı qrafik rəqs konturundakı məxsusi rəqslərin tezliyinin sarğacın induktivliyindən asıllığını ifadə edir? Deməli, nü bərabərdir. Düsturumuz 1 bölünsün 2 pi kök altında LC-dir. Burada baxıram ki, nü L-lə necə asıdır? Tərs. Yəni cavab olur D variantı. 17 nömrəli sual. Rəqs konturunun məxsusi rəqslərinin tezliyinin kondensatorun elektrik tutumundan asıllıq qrafiki hansıdır? Nü bərabərdir. 1 bölünsün 2 pi kök altında LC yazıram və görürəm ki, tutumla da tərs mütənasib asılıdır. Ona görə cavabı götürürəm D variantı. 18 nömrəli sual. Rəqs konturunun məxsusi rəqslərinin periodunun kondensatorunun elektrik tutumundan asıllıq qrafiki. Periodun düsturunu yazaram. T bərabərdir 2 pi kök altında LC. Buradan görürəm ki, tutumla düz asıdır, amma kök altı düz asıdır. Ona görə cavab olur C variantı. 19 nömrəli sual. Kondensatorda yükün amplitud qiyməti QM, sarğacda cərəyan şiddətinin amplitud qiyməti IM olarsa, rəqs konturunda sərbəst rəqslərin tezliyi hansı ifadə ilə təyin olunur? Deməli, rəqslərin tezliyi üçün yazaram ki, nü bərabərdir 1 bölünsün 2 pi kök altında LC. Buradan da baxıram ki, QM-i verib, IM-i verib bir də. Bir də bizdən rəqslərin tezliyini istəyir. Onda mən belə tapa bilərəm ki, deməli, IM-in düsturu IM bərabərdir QM omegadır. Buradan da omeganı 2 pi nü ilə açaram. Onlar 2 pi nü QM. Bizdən də nünü istəyirsə gəl, nünü də tapanda alıram. IM bölünsün 2 pi vurulsun QM. Deməli, cavab olur B variantı. Bu düstura ehtiyac yoxdur. 20 nömrəli sual. Kondensatorda yükün amplitud qiyməti QM, sarğacda cərəyan şiddətinin amplitud qiyməti IM olarsa, rəqs konturunda sərbəst rəqslərin periodu hansı ifadə ilə təyin olunar? Deməli, yazıram, IM bərabərdir QM omega. Bizdən periodu istəyirsə, omeganı açıram, QM vurulsun, 2 pi bölünsün T. Buradan da T-ni tapanda 2 pi QM bölünsün IM alaram. Yəni cavab olur B variantı. 21 nömrəli sual. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi ideal rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asıllıq qrafiki verilmişdir. Rəqs konturunun tam enerjisi. Tam enerji nədir? W tam bərabərdir elektriklə maqnitin cəminə. Buradan da bərabərdir. Deməli, maqniti 40 verib, üstə gəlirəm, elektriyi də 30 verib. Toplasam bu da mənə verər 70 millijol. Yəni cavab olur Y variantı. 22 nömrəli sual. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi ideal rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisinə asıllıq qrafiki verilmişdir. Elektrik sahəsinin enerjisinin 40 millijol olan anda maqnit sahəsinin enerjisi. Deməli, baxıram elektriyin maksimum qiymətini verib. Bu tam enerjidir, 100 jol. Və elektrik sahəsinin enerjisində 40 verib. Onda düstur W tam bərabər W elektriklə maqnitin cəmidir. W maqniti də tapanda tamdan elektrik çıxmalıyam. 100-dən də 40 çıxanda maqnit sahəsinin enerjisini 60 millijol tapıram. Yəni cavab olur B variantı. 23 rəqs konturunda kondensatorun tutumunu 16 dəfə azaltdıqda sərbəst rəqslərin tezliyi. Nü bərabərdir. Düstur 1 bölünsün 2 pi kök altında LC-dir. Buradan induktivliyi 16 dəfə azaldıramsa kök altındadır. Bunu 16 dəfə azalanda kökdən 4 çıxır. Məxrəc 4 dəfə azalır. Onda tezlik 4 dəfə artar. Yəni 23-də cavab olur B variantı. 24 nömrəli sual. Rəqs konturunda kondensatorun tutumunu 16 dəfə artırdıqda rəqslərin tezliyi. Nü bərabərdir 1 bölünsün 2 pi kök altında LC.
Buradan da baxıram ki, deməli tutumu 16 dəfə artırıramsa, kökdən 4 çıxır. Məxrəc 4 dəfə artır, onda tezlik 4 dəfə azalar. Cavab olur B variantı. 25. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə azaltdıqda sərbəst rəqslərin tezliyi nü bərabərdir 1 bölünsün 2 pi kök altında LC. Buradan deməli, induktivliyi 9 dəfə azaldıramsa kökdədir. Məxrəc 3 dəfə azalır. Onda tezlik də 3 dəfə artar. Yəni cavab olur C variantı. 26 nömrəli sual. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə artırdıqda rəqslərin tezliyi. Deməli, düstur 1 bölünsün 2 pi kök altında LC-dir. Əgər induktivliyi 9 dəfə artırıramsa kökdən 3 çıxır. Məxrəc 3 dəfə artır, onda tezlik 3 dəfə azalar. Yəni cavab olur A variantı. 27 nömrəli sual. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodunu necə artırmaq olar? T bərabərdir 2 pi kök altında LC yazsam. Deməli, induktivliyi artırmaqla azaltmaq var. Xeyr, düz asıdır. Sarğacın tutumunu artırsam, onda period da artar. Cavab A variantıdır. 28. 28-də bizə deyir ki, rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodunu necə artırmaq olar? Tutumla düz asıdır, induktivliklə düz asıdır. Əgər induktivliyi və yaxud da tutumu artırsam, period artar. Burada da bizə induktivliyi artırmaq verib, onda cavabı götürürəm A variantı. 29. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərin periodunu necə azaltmaq olar? Periodu mən necə azalda bilərəm? İnduktivlik və yaxud tutumu azaltmaqla. Baxıram, burada hansını verib induktivliyi azaltmaqla. Cavabı götürürəm C variantı. 30. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərin periodunu necə azaltmaq olar? Dedim ki, tutumla induktivliklə period düz asıdır. Yəni bunları azaltsam period da azalar. Onda baxıram, burada induktivliyi artırır, tutumu azaltmaqla. Yəni cavab olur D variantı. 31 nömrəli sual. Verilmiş rəqs konturunda yaranan elektromaqnit rəqslərinin məxsusu periodunun kondensatorun yükünün amplitud qiymətinə asılılıq qrafiki. Period, tezlik, omega bunlar amplitud qiymətlərdən asılı olmur. Yəni cavab A variantıdır. 32. Baxın, yenə periodun amplitud qiymətdən asıllığını istəyir, asılı deyil. Y variantı. 33. Tezliyin amplituddan istəyir, yenə asılı deyil. 34. Tezliyin amplitud qiymətindən yenə asıllıq istəyir, asılı deyil. Tezlik, period, omega. Gərginliyin, yükün, bunların amplitud qiymətlərinə asılılığı yoxdur. 35. Rəqs konturunda AB sıxaclarında hansı induktivliki sarğac qoşduqda onda yaranan rəqslərin periodu ən kiçik olar? Düstur. T bərabər 2 pi kök altında LC-dir. Deməli, bunlar bir-birindən düz asıdır. Period ən kiçik olması üçün induktivlik də ən kiçik olmalıdır. İnduktivliyin yerinə də ən kiçik hansını qoya bilərəm? B variantını. L böl 4-dür. Gəlirəm 36 nömrəli sual. Rəqs konturunda AB sıxaclarına hansı induktivliki sarğac qoşduqda onda yaranan rəqslərin periodu ən böyük olar? Period demişdik, induktivliklə düz asıdır 2 pi kök altında LC-yə görə. Böyük olması üçün yerinə qoyduğumuz qiymət də böyük olmalıdır. İnduktivliyin ən böyük qiymət də 4 idi. Yəni cavab olur Y variantı. Gələk 37 nömrəli suala. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisinə asılılıq qrafiki verilmişdir. Rəqs konturunun tam enerjisini hesablayın. Deməli, baxın, maqniti verib 60-dır qrafikdə. Elektriyi də verib 30-dur. Tam enerjidə bunların cəmidir. 60 ilə 30 toplayaram 90 millijol. Yəni cavab olur, deməli, Y variantı. 37-də Y. 38. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisinə asılılıq qrafiki verilmişdir. Maqnit sahəsinin enerjisi 120 millijol olan anda elektrik sahəsinin enerjisini hesablayın. Deməli, baxın, maqnitin maksimum qiymətini verib, bu tam enerjidir. 180 götürürəm. Maqnit sahəsinin enerjisinin qiymətini verib 120. Onda düstur nə idi? W tam bərabərdir. W elektrik üstə gəl W maqnit. Buradan da W elektriyi tapanda tamdan maqniti çıxmalıyam. 180-dən 120-ni çıxıram. Bu da mənə verir 60 millijol. Yəni D variantı. 39 nömrəli sual. Rəqs konturundakı cəryan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyindən asılı qrafiki verilmişdir. Sarğacın induktivliyinin 0,25 Henry olduğunu bilərək kondensatorun tutumu. Deməli, yazıram, omega bərabərdir 1 bölünsün kök altda LC. Buradan da tutumu tapanda C bərabər olur 1 bölünsün L vurulsun omega kvadratına. Buradan gətirib hamısını yerinə qoysam, 1 bölünsün L-ə 0,25 deyərəm. Vurulsun omegam 2-dir, kvadratına 4 deyərəm. Vurulsun 10 üstə 6 olar. Buradan da deməli, bu edər 1 bölünsün 0,1. Vurulsun 10 üstü 6. Bu da deməli mənə verəcəkdir 10. Vurulsun 10 üstü -6.
Bunu da çevirsəm 1 mikrofarad verər. Hə uşaqlar, burada 1 edir. Çünki 4'ü 0,25'e vuranda 1 edir. Onda bu da yoxdur. Sadəcə 10 üstü -6 qalır. O da elə 1 mikrofaraddır. Gələk 40 nömrəli suala. Hansı ideal rəqs konturunda harmonik elektromaqnit rəqsləri mövcud olduqda sarğacın maqnit enerjisinin zamandan asılılığı düzgün ifadə edir və deyir başlanğıc anda sarğacda cərəyan şiddəti 0-a bərabərdir. Deməli, çəkərəm. Başlanğıc anda birinci T bərabər 0 anında cərəyan şiddəti 0-a bərabərdirsə, İM 0-dırsa, I elektrik sahəsinə aid olan bir kəmiyyətdir və deməli elektrik sahəsinə yox, daha doğrusu maqnit sahəsinə. I 0-dırsa, deməli fi də 0-dır. Onda maqnit sahəsinin enerjisi də başlanğıc anda 0-dır. Tərsinə elektrik maksimumdur. Onda deməli başlanğıc anda maqnit sahəsinin enerjisi 0-dan başlamalıdır qrafiki. 0-dan başlayıb harmonik rəqs etməlidir. Ona görə də mən cavabı götürərəm C variantı. Çünki enerji də başında kvadrat olduğu üçün, məsələn, mənfi də olsa belə kvadrata yüksəldəndə, məsələn, yazsam ki, W elektrik bərabərdir. W tam vurulsun, məsələn, sinus kvadratı omega T. Yəni ki, burada başında kvadrat olduğu üçün biz mənfi belə olsa, onun kvadratı yüksəldən müsbət olur. Onca enerji qrafiklərində mənfi hissəyə keçid olmur. Sonra 41 nömrəli sual. Hansı qrafik ideal rəqs konturunda harmonik elektromaqnit rəqsləri mövcud olduqda kondensatorun elektrik sahəsinin enerjisinin zamandan asılı? Bana deyir başlanğıc anda yük maksimaldır. Yük maksimaldırsa, yük elektrik sahəsinə aid olan bir kəmiyyətdir. Çünki düsturunda yük var. Onda deməli elektrik sahəsinin enerjisi də maksimumdur. Başlanğıcda maksimumdursa, yəni müəyyən bir qiymətdən dəyişməlidir. Bunlar gedər. Və bilirəm ki, enerjilər də kvadratik olduğu üçün, yəni məsələn W elektrik bərabər W tam vurulsun kosinus kvadrat omega T. Yəni o kvadrat olduğu üçün enerji qrafikləri mənfi hissəyə keçmir. Ona görə cavabı götürürəm A variantı. 42. Şəkildə rəqs konturundakı cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyindən asılılıq qrafiki verilmişdir. Kondensatorun tutumu 4 mikrofaraddırsa, sarğacın induktivliyini hesablayın. Deməli, yazıram ki, omega bərabərdir 1 bölünsün kök altında L-si. Buradan da bizdən induktivliyi istəyir. L bərabər olur 1 bölünsün omega kvadratı vurulsun S. O da bərabərdir. Deməli, buradan nə alınır? 1 bölünsün omega kvadratım, omega 2,5'dir. Bunu kvadrata yüksəltsəm nə qədər edər? 6,25 vurulsun 10^6. Vurulsun tutum da 4 mikrofaraddır. Bunu da çevirsəm, deməli 4 vur 10^-6 deməkdir. Elə bu 6'lar bir-birlərini aparar. 4'ü də 6,25'e vursam, elə belə edək. Deməli, 100'ü 25'e ixtisar apararam 4 düşər. Bunu 25'e ixtisar aparsam 25. 4'lər də gedər. 1'i də 25'e bölsəm 0,100'də 4 düşər. Bunu da millihenriyə çevirəndə 40 millihenri götürərəm. Yəni cavab olar C variantı. 43 nömrəli sual. 1 bölünsün henri vurulsun hertz kvadrat ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, 1 bölünsün, baxaq. Henri. Henri induktivlikdir. Hertz isə tezliyin vahididir. Kvadrata da yüksəltsək nü kvadrat olur. Mən bunu bildim nədir, amma gəlin açaq tapaq. Deməli, Henrinin açılışı V1 bölünsün amperdir. Amper sürətə qalxar. Hertzin açılışı isə 1 bölünsün saniyədir. Tərsinə yazsam, saniyənin kvadratı da sürətə qalxar. Belə bir ifadə alınır. Onda V1'də açaram, amper vur saniyə kvadratı qalsın. V1 açaram, volt vurulsun saniyə ilə. Saniyələrimin biri gedər. Qalar amper vurulsun saniyə. Amper vur saniyəni də elə kulonla yazıram. Kulondur. Voltu da joule bölünsün kulonla açanda. Bu belə bir ifadə alınır. Deməli, kulon kvadratı bölünsün joule. Bunu da açsaq, amper kvadratı vurulsun saniyə kvadratı olur. Joule açanda da bir saniyə gəlir. Saniyə üstü 4. Bölünsün kilogram vurulsun metr kvadratı. İndi mən tapmalıyım bu nəyin vahididir? Baxın, sürətin vahidi deyil. Cərəyan şiddətinin vahidi deyil. Müqavimət, maqnit sel, tutum qaldı. İndi mən buradan baxacağım. Maqnit seldə deyil. Çünki maqnit selinin elə özünün vahidi V1'dir. Yəni V1'in açılısında artıq kulon kvadratı yoxdur. Bir müqavimətlə tutum qaldı. Gəlin baxaq müqavimətə. Müqavimətin vahidi ohmdur. Ohmun açılışı da U bölünsün İ'yə görə volt bölünsün amperdir. Burada artıq amper məxrəcdədir uşaqlar. Amma bizim aldığımız ifadədə amper sürətdədir. Müqavimət də deyil. Amma tutumu yazsam 1 farad. S bərabərdir. Q bölünsün U'dur. Yəni kulon bölünsün voltdur. Buradan da açsam əgər kulon bölünsün volt elə alınır uşaqlar. Voltu da joule bölünsün kulonla açanda kulon kvadratı bölünsün joule alınır. Yəni tutumun vahididir. 43'də cavab olur D variantı. 44.
Kulon vurulsun hertz ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Kulon deməli atsaq, əgər amper vur saniyə ilə, hertzi də 1/saniyə ilə atsam. Deməli, saniyələr gedər, amper qalar. Amperdə cərəyan şiddətinin vahididir. 44-də cavab olur Y variantı. 45. Kulon bölünsün, kök altında farad vurulsun Henry. Baxaq. Deməli, burada yazsam, kulon qalar sürətdə. Vurulsun. Məxrəcdə farad. Faradı açaram. Tutumun vahididir. Q bölünsün U-ya görə. Kulon bölünsün voltla. Vurulsun. Henry'ni açacam. Henry induktivliyin vahididir. Fi bölünsün I ilə. Yəni Weber bölünsün amperlə. Buradan hələ ki ixtisara gedən bir şey yoxdur. Kulon qalsın sürətdə. Məxrəcdə kulon bölünsün volt qalsın yerində. Weber açıram, volt vur saniyə bölünsün amper. Voltlar gedər. Deməli, buradan nə alaram? Kulon qalar. Kökün altında kulon da açanda amper vur saniyə ilə amperlər gedir. Saniyə kvadratı qalır. Ondan da bir saniyə çıxır. Onda kulon bölünsün saniyə alınır. Kulon da amper vur saniyə ilə açanda saniyələr gedir. Bir dənə amper qalır. Yəni cərəyan şiddəti. Cavab olur B variantı. Gəlirəm növbəti suala. Bizə deyir ki, rəqs konturundakı sərbəst rəqslərin tezliyinin kondensatorun lövhələrin sahəsindən asıllıq qrafiki hansıdır? İnduktivlik də sabitdir. Deməli yazıram, nü bərabərdir. 1 bölünsün 2 pi, kök altında LC. Buradan induktivlik sabitdir. S'ni açmalıyam. Belə yazaq, 1 bölünsün 2 pi, kökün altında. Deməli, L qalır yerində. Vurulsun. S'ni də epsilon 0 S ilə açanda epsilon 0 S bölünsün D ilə D sürətə qalxır. Onda belə baxıram ki, S ilə necə asılıdır? Tərs. Cavab olur 46-da. Deməli A variantı. 47. Rəqs konturundakı sərbəst rəqslərin tezliyinin kondensatorun lövhələri arasındakı məsafədən. D-dən necə asılıdır? Düz, amma kök altı düz asılıdır. Yəni 47-də cavab olur A variantı. 48. Rəqs konturunda sarğacın induktivliyini 21%, kondensatorun tutumunu isə 4 dəfə artırdıqda onun rəqslərinin periodu. İnduktivliyi 21% artırmaq 1,21 dəfə artırmaqdır. Sarğacın tutumu da deyir 4 dəfə artırmışam. Gəlin baxaq. T bərabərdir 2 pi kök altında LC. İndi burada induktivliyi 1,21 dəfə kökün altında artıranda ondan 1,1 dəfə çıxır. Yəni period 1,1 dəfə artır. Tutumu 4 dəfə artıranda kökdən 2 çıxır. Bir də 2 dəfə artır. Buranda da ümumi periodum 2 dəfə artmış olur. Yəni cavab olur C variantı. Gəlirəm 49 nömrəli suala. Rəqs konturunda kondensatorun tutumunu 96% artırdıqda bu kondensatorun məxsusi rəqslərinin periodu. Deməli, T bərabərdir 2 pi kök altında LC. 96% artım 1,96 dəfə artırmaqdır. Kökün altında tutumu 1,96 dəfə artıranda ondan kök 1,3 çıxır. Deməli, bunu. Daha doğrusu 1,4 çıxır. Onda period da deməli 1,4 dəfə artıb. Yəni cavab olur C variantı. Gəlirəm 50 nömrəli suala. Rəqs konturunda sarğacın induktivliyini 44% artırdıqda konturun məxsusi rəqslərinin periodu. Deməli, T bərabərdir 2 pi kök altında LC yazıram yenə. Burada 44% artım 1,44 dəfə artırmaqdır. İnduktivliyi 1,44 dəfə kökün altında artırıramsa, kökdən 1,2 çıxır. Yəni bu ifadə 1,2 dəfə artırsa, period da düz asılı olduğu üçün o da 1,2 dəfə artar. Yəni 50-də cavab olur D variantı. 51. Rəqs konturunun kondensatorunun maksimal yükü 5 mikrokulon, cərəyan şiddətinin amplitud qiyməti 10 mA olarsa, ondakı rəqslərin periodunu hesablayın. Yazıram. IM bərabərdir QM omega. Buradan da omeganı açıram. QM vurulsun 2 pi bölünsün T. Buradan da T'ni istəyir. T bərabər olar 2 pi QM bölünsün IM. İndi hamısını yerinə qoyaq. Deməli 2 pi edir 6. QM-ə yazıram 5 mikrokulon, yəni 5 vur 10 üstü mənfi 6 bölünsün. IM də 10 mA, yəni 10 vur 10 üstü mənfi 3. Deməli buradan da 5-i 6-ya vuranda 30 edir. Bu ondan getsə 3 düşər. 10 üstü mənfi 3 də sürətə qalxanda müsbət olur. 10 üstü mənfi 3 düşür. Bu da elə 3 millisaniyə deməkdir. Cavab olur B variantı. Gəlirəm növbəti suala. 52. Sarğacın induktivliyi 80 mH, hər bir kondensatorun tutumu 400 mikrofarad olarsa, konturun məxsusi rəqslərinin periodu. Bunun üçün birinci konturun ümumi tutumunu tapmalıyam. Ardıcıl birləşmədə C1, C2 bölünsün C1 plus C2 ilə tapıram. 400-ü 400-ə vuranda edir belə. Böləndə isə 800 düşür. Deməli onda buradan da sıfırlarımı aparsam, 1600-ü də 8-ə bölsəm 200 düşər.
200 tapandan sonra yazıram T bərabərdir 2 pi kök altında LC. Yerinə qoyuram. Deməli 2 pi 6'dır. L 80 millihenridir. Bunu da aça bilərəm. 80 vurulsun 10 üstü mənfi 3 edir. Vurulsun 200. Deməli buradan da bu kökün altında 16 min edir. 3'dən 0 gəlir. 10'dan çıxır 16 mindən bir dəqiqə qoyun yazaq. 6 vurulsun kökün altında. 16 min ilə 10 sıfırla 3 sıfırla bu 10 üstü mənfi 3 gedir 16 düşür. Ondan 4 çıxır. 4'ü də 6'ya vuranda 24 çıxır. Bu da olur 24 millisaniye. Yəni cavab C variantı. Bu mikrofaradı çevirməmişdim. Aha. Cavab oldu C variantı. 53. Rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki verilmişdir. Sarğacın cərəyan şiddətinin modulunun qiyməti nəyə bərabərdir? Deməli burada QM-i verib yazaq 6. İndi periyod da tapaq 1, 2, 3, 4. Periyod da 4'dür. Onda IM bərabərdir QM omega yazaram. Buradan da omeganı açaram QM vurulsun 2 pi bölünsün T ilə. İndi hamısını yerinə qoyaram. IM bərabərdir QM 6'dır. Vurulsun 6 mikrofarad da 6 vurun üstü mənfi 6. 2 pi 6 periyoddakı tapdıq 4. Deməli 6'ya 6'ya vuranda 36 edir. 4'e bölsəm 9 vurulsun 10 üstü mənfi 6. Bunu da elə milliampere çevir deyəndə 9 miliamper götür. Hə, zamanı da çevirməliyik. Zamanı da millisaniyə ilə çevirəndə 10 üstü mənfi 3 olur. Onda bura 10 üstü mənfi 3 düşür. Hə, indi düz oldu. 9 miliamper alınır. Cavab olur Y variantı. 54. Rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki vermişdir. Sağlasıdakı cərəyan şiddətinin amplitud qiyməti nəyə bərabərdir? Deməli yazıram IM bərabərdir QM omega. Buradan da omeganı açanda QM vurulsun 2 pi bölünsün T. İndi hamısını yerinə qoyaq. Deməli QM 8 mikrokulondur. Yəni 8 vurun üstü mənfi 6. 2 pi 6'dır. Periyoddakı 1, 2, 3, 4'dür. 4 vurulsun millisaniyədə 10 üstü mənfi 3'dür. Deməli bundan bu gedər 2. 2'ni 6'ya vuraram 12. Vurulsun 10 üstü mənfi 3 edir. Bu da elə 12 milliamperdir. Cavab oldu D variantı. 55. Diaqramda göstərilən hansı nöqtəyə uyğun rəqs konturundakı elektromaqnit rəqslərinin periodu ən böyükdür? Yazıram IM bərabərdir QM omega. Buradan da omeganı açanda QM vurulsun 2 pi bölünsün T. Deməli burada period ən böyükdürsə əgər. Deməli inin ən kiçik qiymətini axtarıram. Çünki tərs asıdır. Q-nün də ən böyük. Deməli Q-nün böyük qiyməti 4 ilə 5'ə düşür. İnin dəki ən kiçik qiyməti 1 ilə 5'ə düşür. Bunlar 5'də kəsişir. Deməli 55'də cavab olur Y variantı. 56. Hansı nöqtəyə uyğun rəqs konturunda elektromaqnit rəqslərin tezliyi ən böyükdür? Yazıram. IM bərabərdir QM omega. Bu dəfə də omeganı nü ilə açıram. QM vurulsun 2 pi nü. Deməli məndən nə istəyir? Deyir ki tezliyi ən böyük olsun. Nü böyükdürsə əgər Q ilə nü vurulur tərs asıdır. Q-nün kiçik qiymətini axtarıram. İ cərəyan şiddətindən də tezlik düz asılı olduğu üçün inin də böyük qiymətini. İnin böyük qiyməti bax bura düşür 2-3. Nünün daha doğrusu Q-nün kiçik qiyməti də 1 ilə 2'yə düşür. Gəlir 2-də kəsişirlər. Cavab olur B variantı. Gəlirəm növbəti suala. 57'də deyir ki, rəqs konturundakı sərbəst elektromaqnit rəqsləri zamanı kondensatorun yükünün zamanda asılılıq qrafiki verilmişdir. Sarğacdakı cərəyan şiddətinin amplitud qiymətini tapın. Deməli, yenə yazıram IM bərabərdir QM omega. Buradan da açsam, QM vurulsun 2 pi bölünsün T. İndi hamısını yerinə qoyaq. Deməli, QM nə qədərdir? 10 millikulondur. 10 vurun üstü mənfi 3 yazıram. Vurulsun 2 pi 6'dır. Periyoddakı sayanda 1, 2, 3, 4, 0,2'dir. Bunu da belə yazmayaq, belə yazaq. 2 vurun üstü mənfi 2. Deməli buradan da 6 ilə bunu ixtisar apararam 3 düşər. Yazaram 3 vurulsun. Sürət 10 üstü mənfi 2'dir. Mənfi 2'də sürətə qalxanda müsbət 2 olur. Elə 3 amper qalır. Cavab D variantı. Gələk növbəti suala. 58. Rəqs konturundakı sərbəst elektromaqnit rəqslər zamanı sarğacdakı cərəyan şiddətinin zamanda asılılıq qrafiki verilmişdir. Kondensatorun yükünün amplitud qiyməti IM bərabərdir QM omega. Buradan da omeganı atsam QM vurulsun 2 pi bölünsün T. Buradan da QM-i tapmağımı istəyir. QM bərabərdir IM vurulsun T bölünsün 2 pi. İndi burada hamısını yerinə qoysam. Deməli IM 1/5'dir. Periyodu saysam 1, 2, 3, 4.
0,2'dir. Yazaram 2 vur 10 üstü mənfi 2. Bölünsün, bölünsün. 2 pi də 6'dır. Bunu çəkəndə bura bir 0 gəlir. 15 ilə 60'ı 15 yaparsam 4. 15'ə 1. Da içindən də bunu yaparsam 2'də 1 düşür. Yəni 0, 10'da 5. Vurulsun 10 üstü mənfi 2'dir. Bunu da belə yazacağım. Deməli 5 vurulsun 10 üstü mənfi 3, yəni 5 mikrokulon. Cavab olur D variantı. Gəlirəm 59. Rəqs konturunda sarğaca ferromaqnetitlik daxil etdikdə rəqslərin tezliyi bərabərdir. L bölünsün L0'dır uşaqlar. Ferromaqnetitlik daxil edəndə mü artır. Mü artırsa L də artır. L nə qədər artır? Mü qədər artdı. Onda nü bərabərdir. 1 bölünsün 2 pi kök altında L'si yazanda, deməli burada induktivlik kökün altında mü dəfə artdısa, kök altında mü dəfə, onda tezlik də kök altında mü dəfə azalmalıdır. Ona görə cavab olur B variantı. 60. Rəqs konturunda sarğaçdan ferromaqnetitlik çıxartdıqda yazıram mü bərabərdir. L bölünsün L0. Çıxardıqda mü azalır, onda induktivlik də mü qədər azalır. Onda nü bərabərdir. 1 bölünsün 2 pi kök altında L'si. Kök altında mü dəfə əgər induktivlik azalırsa, onda tezlik kök altında mü dəfə artmalıdır. Cavab olur A variantı. 61. Rəqs konturunda sarğaca ferromaqnetitlik daxil etdikdə mü bərabərdir L bölünsün L0'dır. Mü artdısa, onda L də mü dəfə artır. Sonra gəlirəm perioda T bərabərdir 2 pi kök altında L'sidir. Burada induktivlik kökdə mü dəfə artırsa, onda period da kökdə mü dəfə artar, çünki düz asılıdır. 61'də cavab olur C variantı. 62. Rəqs konturundakı sarğaçdan ferromaqnetitlik çıxartdıqda. Baxın uşaqlar, çıxardanda induktivlik mü dəfə azalır. Mü azaldığı üçün induktivlik də mü dəfə azalır. Onda periodun düsturunu yazanda T bərabər 2 pi kök altında ise induktivlik kökün altında mü dəfə azalırsa, onda period da kökdə mü dəfə azalmalıdır. Yəni ona görə cavab olur 62'də A variantı. 63. Başlanğıc andan hansı ən kiçik zamandan sonra rəqs konturunda maqnit sahəsinin enerjisi maksimum olar. Deməli uşaqlar, başlanğıc anda T bərabər 0 anıdır. T bərabər 0 anında mənə verib ki, kondensatorun yükü maksimumdur. Q maksimumdursa başlanğıc anda, bundan sonra Q elektrik sahəsinə aid olan bir kəmiyyət. Deməli, elektrik sahəsinin enerjisi maksimumdur. Elektrik sahəsinin enerjisi maksimum olanda maqnit 0 olur. Deməli, burada 0'dır. T bərabər 0 anından sonra gələn zaman anı isə T bərabər T bölü 4 anıdır. Yəni, T bərabər 0'dan sonra T bölü 4 anı gəlir. T bölü 4 anında artıq növbəti anda elektriyə aid olan kəmiyyətlər 0 olur. Maqnitə aid olanlar maksimum olur. Mənə də deyir ki, başlanğıc andan hansı ən kiçik zamandan sonra maqnit maksimum olar? Ən kiçik zaman da elə bundan sonra gələn zamanda T bölü 4'dür. Yəni, ona görə cavab olur A variantı. 64. Rəqs konturunda kondensatorun gərginliyi 0'a bərabər olan anda aşağıdakı fiziki kəmiyyətlərdən hansının qiyməti 0'a bərabər olar? Deməli, gərginlik 0 olub, eləmi? Bu gərginlik elektrik sahəsinə aid olan bir kəmiyyətdir. Q də 0 olmalıdır. Elektrik sahəsinin enerjisi də 0 olmalıdır. Baxıram hansını verib kondensatorun yükünü. Onda cavab olur C variantı. Bəs sual verib müəllim, siz hardan bildiniz ki, bunlar elektriyə aid olan kəmiyyətlərdir? Uşaqlar, elektriyin düsturuna fikir versəz, məsələn, Q bölünsün 2'dir. Q kvadrat bölü 2'sidir. Yəni, yük və gərginlik elektriyin düsturunda var. Deməli, elektriyə aid kəmiyyətlərdir. Bunlar 0'dırsa, elektrik də 0'dır. Sonra 65'də məsələn deyir, rəqs konturunun sarğacındakı cərəyan şiddəti maksimal qiymətə çatan anda hansılar öz maksimal qiymətinə çatır? I maksimum olub. I maqnitə aid olan kəmiyyətdir, çünki maqnit sahəsinin enerjisində var L kvadratı bölünsün 2 fi kvadrat bölü 2. Yəni onda fi də maksimumdur. Maqnit sahəsinin enerjisi də maksimumdur. İndi bizə deyir hansı öz maksimal qiymətini alar? Maqnit seli yoxdursa maqnit sahəsinin enerjisini götürərəm. 65'də cavab oldu A variantı. 66. Yükü maksimal qiymətə çatan anda. Baxın, gəldik bura. Bu üçü eyni kəmiyyət idi. Əgər yük maksimum qiymətini alırsa, gərginlik də maksimum olur, elektrik sahəsinin enerjisi də. Bizə də burada nəyi verib? Elektrik sahəsinin enerji sıxlığını verib olar. 66'da cavab olur Y variantı. 67. Rəqs konturunda kondensatordakı gərginlik 0'a bərabər olanda hansı fiziki kəmiyyətlərin qiyməti 0 olur? Baxın, bunlardır. Gərginlik 0'dırsa yük də 0 olur, elektrik sahəsinin enerji sıxlığı da, enerjisi də. Cavab B variantı. 68 nömrəli sual. Rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisi 0'a bərabər olanda. İndi belə bir şey var. Elektriyə aid olan kəmiyyətlər 0 olanda maqnitə aid olanlar maksimum olur uşaqlar. İndi mənə deyir elektrik sahəsinin enerjisi 0 oldu. Deməli onda bunlar maksimum qiymət alır. Hansını veribdi?
Deməli, cərəyan şiddəti varmı? Cərəyan şiddəti yoxdur, maqnit seli var. Maqnit seli maksimum olar. 68-də Y. 69. Rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisi sıfıra bərabər olanda. Baxın uşaqlar. Maqnit sahəsinin enerjisi sıfıra bərabər olanda, onda bunlar maksimum qiymət alır. Bax, bunlar. İndi bizə deyir, hansılar öz maksimal qiymətini alır? Gərginlikdir, yükdür, elektrik sahəsinin enerjisidir. Bizə gərginliyi verib, onda cavabı götürürəm B variantı. Bu şəkildə tapırıq. 70. Amper vurulsun, kök altında Henry bölünsün, farad ifadəsi. Yazaq. Amper qalır yerində. Henry'nin açılışı Weber bölünsün amperdir. Bunu da elə Weber'də volt vur saniyə ilə açıram. Volt vur saniyə bölünsün amper, vurulsun. Faradın açılışı da Q bölünsün U'dur. Yəni kulon bölünsün voltdur. Volt sürətə qalxır kulon məxrəcə. Baxın uşaqlar, buradan da əgər açsam, amper qalsın burada. Kökün altında volt kvadratı, vurulsun saniyə, bölünsün, amper qalsın, kulon da yerinə amper vur saniyə. Saniyələr getdi. Kök altdan nə çıxır? Amper vurulsun, volt kvadratından volt, amperlərdən də biri. Bunlar da gedir, volt qalır. Volt da gərginliyin vahididir. Yəni 70-də cavab olur D variantı. 71. Hava kondensatorundan və içiliksiz sarğacdan ibarət rəqs konturundakı rəqslərin periodu T'dir. Kondensator dielektrik nüfuzlu epsilon dielektriklə doldurduqda rəqslərin periodu. Deməli, birincidə dielektrik nüfuzluğunu 1 götürək, yəni yoxdur, belə də düşünə bilərik. İçliksiz deyirsə, yəni dielektrik nüfuzluğu yoxdur. Birinci düstur alaq. 2pi kök altında LC'dir. Bunu da açanda 2pi kökün altında L vurulsun, epsilon 0, S bölünsün D alıram. Yəni ki, uşaqlar, əgər dielektriklə doldururamsa epsilonun, kökdə epsilon dəfə bu sürət artır. Period da düz asılı olduğu üçün, onda periodun da əvvəlcə T idisə, onda kökdə epsilon qədər artıb olur, kökdə epsilon vurulsun T. Yəni cavab olur D variantı. 72. İndi mənə deyir ki, tezliyi bu qədərdir. Yazıram. Nü bərabərdir. Belə yazaq. 1 bölünsün 2pi. Kökün altında LC'dir. Oradan da seni açanda D sürətə qalxır. L vurulsun epsilon 0 S. İndi burada nü epsilondan kök altı tərs asıdır. Epsilondan doldururamsa məxrəc kökdə epsilon dəfə artır. Onda tezlik kökdə epsilon dəfə nə edir? Azalır. Onda cavab olur A variantı. Gəlirəm 73 nömrəli suala. İdeal rəqs konturunda sönməyən sərbəst rəqslər yarandıqda kondensator və sarğac üçün Euler Venn diaqramını tamamlayın. İndi mənə nə verib? Belə ekranımızı bölək. Başlanğıc anda deyir. Başlanğıc anı nədir? T bərabər 0 anıdır. Bu anda bizə deyir yük maksimumdur. T bərabər 0 anda yük maksimumdursa gərginlik də maksimumdur. Elektrik sahəsinin enerjisi də maksimumdur. Onda maqnit sahəsinin enerjisi bir dəqiqə. Aha. Deməli onda maqnit sahəsinin enerjisi, cərəyan şiddəti Fi və W maqnit olur 0. Sonra mənə nə deyir? T bərabər 0 anında gəlin onda baxaq. T bərabər 0 anında deməli deyir ki, tam enerjiyə bərabər olur. Baxın uşaqlar, maqnit 0 oldu. Tamın düsturu nədir? Elektriklə maqnitin cəmi. Maqnit 0 oldusa tam enerjili elektrik sahəsinin enerjisinə bərabər olur. Onda T bərabər 0 anında baxın, kondensator elektriyə aid olandı, sarğac maqnitə aid olandı. Deyir enerjisi kondensatorun tam enerjisinə bərabər olur, elektrik sahəsinin enerjisi tam enerjiyə bərabər olur, 1 gedir bura. T bərabər 0 anında 0 olur deyir enerji, maqnit sahəsinin enerjisi 2 gedir bura. T bərabər 8'də 1 periyod anında tam enerjinin yarısına hər ikisi uşaqlar. Bu xüsusi haldır. 8'də 1 periyodda elektriklə maqnit bir-birinə bərabər olub tam enerjinin yarısına bərabər olurlar. 3 ortaqdır. T bərabər 4 anında tam enerjiyə bərabər olur. İndi T bərabər 0'dan sonra gələn ilk zaman anı T böl 4'dür. İlk başlanğıcda hansı 0 idi? Maqnit, düzdür. Onda növbəti periyodda cərəyan şiddəti, sonra fi, bir də maqnit maksimum olur. Tərsinə artıq cərəyan şiddəti, daha doğrusu yük, gərginlik, bir də elektrik sahəsinin enerjisi 0 olur. İndi burada ikincidə elektrik sahəsinin enerjisi 0'dır deyə, W tam bərabər W elektrik üstə gəl, W maqnitdir. Elektrik 0'a getdi, tam enerji maqnit sahəsinin enerjisinə bərabər olur. 4'ü gətirirəm bura. 4'də 1 periyodda enerji 0 olur, elektrik. Deməli 1, 5, 3, 2, 4. Cavab olur A variantı. Keçək növbəti suala. 74. İdeal rəqs konturunda sönməyən sərbəst rəqslər yarandıqda sarğac və kondensator üçün eyilir Venn diaqramı.
Deməli, mənə deyir başlanğıc anda kondensatorun yükü maksimumdur, bayaqki kimi. T bərabər 0 anda yük maksimumdursa, gərginliyi, elektrik sahəsinin enerjisi də maksimumdur. Tərsinə onda cərəyan şiddəti, maqnit seli, maqnit sahəsinin enerjisi 0-dır. İndi bizə deyir ki, bunu tapdıq. Bizə deyir T bərabər T anında enerjisi konturun tam enerjisinə bərabər olur. İndi burada bir şey var. T bölü 4'dür. T bölü 4'dən sonra gələn periyod T bölünsün 2'dir. T bölünsün 2'dən sonra gələn periyod 3T bölü 4'dür. Bundan sonra gələn periyod T periyoddur. İndi mən bu hardan biləcəm? Baxın. T bərabər 0'da maqnit 0 idi. T bölü 4'də maqnit maksimum oldu. T bölü 2'də maqnit təkrardan 0 olur. 3T bölü 4'də təkrar maksimum olur. Maksimum. T bərabər T'də maqnit 0 olur yenə. Maqnit burada 0 oldusa, elektrik deməli maksimum olub. Mənə də deyir ki, T bərabər T anında enerji tam enerjiyə bərabər olub, onda elektrikdir da bərabər olan, yəni kondensatordur. Enerji 0 olan maqnitdir. T bərabər 8 hər ikisinə aiddir. 3T bölü 4 anında, baxıram 3T bölü 4'də maqnit maksimumdur, onda bu tam enerjiyə bərabərdir, gedir bura. 0'a bərabər olan da elektrik sahəsinin enerjisidir. 1, 5, 3, 2, 4. Cavab olur 1, 5, 3, 2, 4. Cavab olur Y variantı. Gəlirəm növbəti suala. 75. Rəqs konturunun sarğacındakı cərəyan şiddətinin amplitud qiymətinin kondensatorun elektrik tutumundan asıllıq qrafiki necə olar? Deməli, mən bunu necə tapacağım? Yazıram IM bərabərdir. IM bərabərdir. QM omega. Omeganı da buradan 1 bölünsün kök altında LC ilə açanda olur. QM bölünsün kök altında LC. Buradan da görürəm ki, tutumla necə asılıdır? Tərs. Cavab olur A variantı. 76. İdeal rəqs konturunda kondensatordakı gərginliyin zamanda asıllıq qrafiki verilmişdir. Qrafiklərdən hansı sarğacın maqnit sahəsinin enerjisinin zamanda asıllığına uyğundur? Deməli, uşaqlar, U elektrik sahəsinə aid olan bir kəmiyyətdir. Fikir verirsə, U maksimum olubdur başlanğıc anda. Onda maqnit sahəsinin enerjisi nə olmalıdır? 0. Deməli, başlanğıc anda maqnit sahəsinin enerjisi 0-dır, özdəki mənfi hissəyə keçmir. Cavab B variantı. Gəlirəm 77. I nədir? I maqnitə aid olan kəmiyyətdir, başlanğıcda 0-dır. Maqnitə aid olan kəmiyyət 0-dırsa, elektriyə aid olan kəmiyyətlər nədir? Maksimumdur. Yəni, müəyyən bir qiymətdən başlamalıdır və mənfiyə keçmir. Çünki enerjidə kvadrat var. C variantı. 78 nömrəli sual. İdeal rəqs konturunda yüklənmiş kondensatorun boşalması zamanı 8'də bir periyodu anında kondensatorun enerjisi başlanğıc enerjisinin hansı hissəsini təşkil edir? Baxın, enerjinin düsturu W elektrik bərabərdir. W0 vurulsun kosinüs kvadratı omega T'dir. İndi mən buradan birinci növbədə omeganı taparam. Omega T nəyə bərabərdir? Omeganın düsturu 2pi bölünsün T'dir. Vururam kiçik T'nin də yerinə 8'də bir periyod qoyuram. Buradan T'lər gedir, pi bölünsün 4 alıram. Deməli, onda kosinüs kvadratı vurulsun pi bölünsün 4 olur. O da bərabərdir kosinüs kvadratı vurulsun pi bölü 4 neçə dərəcədir? 45 dərəcədir də. Kosinüs kvadratı 45 dərəcə olur. Onda mən bunu nəzərə alıram. Yerinə qoysam onda nə alaram? Kosinüs 45 dərəcəni. Deməli, kökdə 2 bölünsün 2'nin xaricdən kvadratı. Bu da mənə verir 2'də 1, yəni 0.5. İndi gətirib bunu yerinə qoyanda, deməli, WY-nin W0 olan nisbəti bərabərdir. Yəni, buradan tapıram bu ifadədən. 1 bölünsün kosinüs kvadratı omega T'yə. Buradan da ki, mən tapdım ki, 1 bölünsün kosinüs kvadratı omega T pi bölü 4 idi. Onu da getdim yerinə qoydum 45 dərəcə verdi. Onu da 0.5 aldım. Yerinə qoysam, deməli, bir dəqiqə deyəsən bizdən başlanğıcdakı enerjinin hansı hissəsi? Hə, omega 0'ın omega y'ye olan nisbətini istəyir. O da 0.5 bölünsün 1 düşür. O da 0.5 edir. Yəni 0.5 hissəsini təşkil edir. Cavab B variantı. 79 nömrəli sual. Rəqs konturlarında yaranan elektromaqnit rəqslərinin periyodları arasındakı əlaqəni müəyyən edin. T bərabərdir 2pi kök altında LC. Birinci üçün yazaram. T1 bərabərdir 2pi. Kökün altında L1'i L verib, C'ni C verib. T2 üçün yazanda T2 bərabərdir 2pi kök altında. L2'ni 3L verib. C2'ni isə 3C verib. Deməli, onda T1'in T2 olan nisbəti bərabərdir. Bunlar bir-birinə böləndə 2 pilər gedir. Köklər gedir. Daha doğrusu bir kökün altda salaram.
LC bölünsün 9 LC. LC'lər də gedir 9'da 1'dən 3'də 1 çıxır. Çarpazla vuranda T2 bərabər 3 T1 alaram. Yəni cavab olur Y variantı. 80 nömrəli sual. Rəqs konturlarında yaranan elektromaqnit rəqslərinin tezlikləri arasında əlaqəni müəyyən edin. Gəlin baxaq. Birincidə ümumi tutum nə qədərdir? Ardıcıl birləşiblər. Onda S ümumi bərabərdir. Tutumları eyni olduğu üçün saylarına bölürəm S böl 2. İkincidə isə ümumi tutum. Paralel birləşiblər, toplanır ikisi. Tezliklə tutum necə asılıdır? Nü bərabərdir. 1 bölünsün 2 pi kök altında LC-yə görə kök altı tərs asılıdır. Onda yazaram. Nü 1'in nü 2 olan nisbəti bərabərdir. Kökün altında S2'nin S1'ə. O da bərabərdir. S2'm 2S'dir. S1'im də S böl 2'dir. 2 sürətlə S məxrəcə. Bundan da kökdən çıxır 2. Çarpaz da vursam nü 1 bərabərdir. 2 nü 2 alaram. Yəni cavab olur B variantı. Keçirəm növbəti suala. 81. İdeal rəqs konturunda paralel birləşdirilmiş iki eyni tutumlu kondensator ardıcıl birləşdirilərsə konturun məxsusi rəqslərinin periodu. Deməli, iki eyni tutumlu kondensator birinci paralel birləşdirilib. Onda S1 bərabər olur. Paralel birləşmədə toplanır 2S. İkinci halda bunları ardıcıl birləşdiribsə S2 bərabərdir S böl 2 olur. Periodu soruşur. T bərabərdir 2 pi kök altında S. Görürəm ki, periodla tutum kök altı düz asılıdır. Onda yazıram. T1'in T2'ye olan nisbəti bərabərdir. Daha doğrusu heç buna ehtiyac yoxdur. Yenə də yazaq. T1'in T2'ye bərabərdir. Kökün altında S1'in S2'ye. O da bərabərdir. S1 2S'dir. S2'min də yerinə S böl 2 qoyanda 2 sürətə S məxrəcə. Bunlar gedir. 2 çıxır. Çarpazla vuranda T1 bərabər 2 T2 olur. T2'ni də tapanda T1 bölünsün 2 olur. Yəni bu o deməkdir ki, mənim tutumum neyinib, daha doğrusu periyodum 2 dəfə azalıb. Yəni cavab olur B variantı. Keçək növbəti suala. 82. İdeal rəqs konturunda yüklənmiş kondensator boşalarkən hansı zaman anında kondensatorun enerjisi 2 dəfə azalar? Yəni enerjinin 2 dəfə azalmağını istəyir. Kondensatorun enerjisi W elektrikdir. Birinci halda. İkinci halda isə W elektrik 1 bölünsün 2 olmağını istəyir. Yəni W0. Deməli onda mən necə yazacağım? Bir də mənə kosinusu veribdir bu qiymətini. Deməli yazacağım ki W bərabərdir. W elektrik 1 bərabərdir W0 vurulsun kosinus kvadratı omega t. Bunu yazdıqdan sonra kosinus kvadratı omega t'ni görürəm ki mənə 45 verib, enerjini də verib. Belə yazacağım. Deməli W0'ın yerinə WY1 yazacağım, başlanğıc qiymət. Bu da WY2 olsun. Deməli onda WY2'nin yerinə deyir 2 dəfə azalsın. WY1 böl 2 qoyuram. Bərabərdir WY1'ə. Vururam kosinus kvadratı omega t'yə. Buradan da bax WY1'lər ixtisar getsə, kosinus kvadratı omega t'ni tapıram 2'də 1. Bunu tapandan sonra hər tərəfdən kök alsam, kosinus omega t bərabər olar 1 bölünsün kök 2'yə. 1 bölünsün kök 2 neçə dərəcə deməkdir? Kosinus 45 dərəcə deməkdir. Deməli 45 dərəcəyə bərabərdir omega t. Onda yazaq omega t bərabərdir 45 dərəcəyə. Bunu da radiana çevirəndə 45 dərəcə pi böl 4 radiandır. Yazaram bunu. Pi 180'dir. 4'də də böləndə 45 düşür. Deməli omega t pi böl 4'ə bərabərdir. Omeganı da buradan atıram 2 pi bölünsün t. Vurulsun kiçik t bərabərdir pi bölünsün 4'ə. Buradan da pi'lər ixtisar gedər. Onda kiçik t'ni taparam t bölünsün 8. Deməli t böl 8 müddətində baş verir. Yəni cavab olur D variantı. 83. Rəqs konturunda yüklənmiş kondensatorun tam boşalması hansı zaman anına uyğundur? Deməli uşaqlar, burada birinci növbədə yükün hansı qanundan dəyişdiyini yazmalıyıq. Burada deməli yük kosinus qanunu ilə dəyişsə Q bərabərdir yazaram. Q0 kosinus omega t. Bunu yazdıqdan sonra mənə deyir ki tam boşalma. Tam boşalma zamanı yükün zamandan asılında, yəni Q bərabərdir 0 olmalıdır. Onda bu ifadəni 0'a bərabər edərəm. Onda buradan omega t'ni 0 alaram. Düşünürəm ki kosinus nə vaxt 0 alır? 90 dərəcədə. Bunu dərəcəni radiana keçəndə pi böl 2 radiana uyğun gəlir. Omeganı buradan yenə açaram. 2 pi bölünsün t vurulsun t bərabərdir pi bölünsün 2'yə. Buradan da pi'lər gedər. T'ni də tapanda deməli t böl 4 zaman anında bu baş verir. Cavab C variantı.
İndi burada soruşa bilərsiniz ki, müəllimə, niyə yükü sinus yox kosinus götürdük? Burada bizə deyir ki, yüklənmiş. Yəni başlanğıcda bu yük müəyyən bir qiymətdən başlayıb azalmağa. Kosinus bu bucaqlarda da yalnız kosinus sıfırdan başlayır müəyyən bir qiyməti olmağa. Amma sinusu götürsəm biz yük başlanğıcda sıfır olmalı. Çünki sinus başlanğıcda sıfır qiymətini alır. Ona görə. Gələk 84 nömrəli suala. Reks konturu sarğac və bir-biri ilə paralel birləşdirilmiş 4 eyni tutumlu kondensatordan ibarətdir. Kondensatorlar ardıcılı birləşdirilərsə sərbəst rəkslərin periodu. Deməli, birinci bunlar paralel birləşdirilibsə, birinci halda S1-i tapıram ki, tutumları eynidir. Paralel birləşmədə toplanır, olur 4S. Ardıcıl birləşmədə də saylarına bölürəm S böl 4. Mən indi burada baxıram ki, tutum necə dəyişib? Tutum, deməli, 16 dəfə azalıb. Əvvəlcə 4 idi, sonra olub S böl 4. 16 dəfə azalıb. Onda periodu yazsam, 2 pi kök altında ES. Tutum kökün altında 16 dəfə azalıbsa, kökdən 4 çıxır. Deməli, period 4 dəfə azalıb. Yəni, 84-də cavab olur Y variantı. 85. 2 volt gərginliyə qədər yüklənmiş 0.2 mikrofarad tutumlu kondensator 0.1 Henry induktivliyə malik sarğaca qapanmışdır. Kondensatorun elektrik sahəsinin enerjisi sarğacın maqnit sahəsinin enerjisinə bərabər olan anda konturda cərəyan şiddətini hesablayın. Deməli, deyir ki, elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisinə bərabər olan anda. İndi bizə nə veribdir? Gərginliyi verib 2 volt. Sonra S tutumu veribdir 0.2 mikrofarad, yəni 0.2 vur 10 üstü mənfi 3, 10 üstü mənfi 6. Sonra bir də induktivliyi verib 0.1 Henry. Bizə deyir ki, bərabər olan anda cərəyan şiddətini hesablayın. Deməli, tam enerji nəyə bərabərdir? W elektriklə W maqnitin cəminə. İndi məndən cərəyan şiddətini istəyirsə, gətirib elektriğin yerinə maqnit qoyacağım. Yəni maqniti də qoyanda edir 2W maqnit. İndi açaq. W tamı elektrik sahəsinin enerjisinin maksimal qiymətindən açıram. COM kvadratı bölünsün 2 bərabərdir. 2W maqniti də 2L kvadratı bölünsün 2 ilə açıram. Buradan 2'lər gedir. İni tapanda kökün altda COM kvadratı bölünsün 2L alıram. İndi bunu da gətirib yerinə qoysam, deməli, S tutumu aldım 0.2 vur 10 üstü mənfi 6. Vurulsun. Gərginliyin kvadratı 2'nin kvadratı 4. Bölünsün 2L'də 2 vurulsun 0.1 edir. Elə bundan bu gedər. 4'dən 2 çıxar, 10 üstü mənfi 6'dan da 10 üstü mənfi 3 çıxar. Yəni bu da elə 2 milliamper deməkdir. Yəni cavab olur B variantı. İstəsəz burada maqnitin yerinə elektrikdə yaza bilərdiniz. Sadəcə burada bizdən cərəyan şiddətinin amplitud qiymətini istənmədiyi üçün mən tamın yerinə IM qoymadım. 86. Harmonik rəqslər icra edən rəqs konturundakı kondensatorun maksimal yükü bu qədərdir. Maksimal cərəyan şiddəti bu qədərdir. Rəqslərin tezliyi. IM bərabərdir QM omega. Buradan da omeganı açıram. 2 pi nü QM. Buradan da nün istəyir. Nü bərabərdir. IM bölünsün 2 pi QM. İndi gətirək hamısını yerinə qoyaq. Deməli, IM nə qədərdir? 12 vur 10 üstü mənfi 3. Bölünsün 2 pi 6'dır. QM'im də 2 vur 10 üstü mənfi 6'dır. Deməli, elə bundan bu gedər. 10 üstü mənfi 6 sürəti qalxır. 10 üstü müsbət 3 olar. Yəni 1 kilohertzə bərabərdir. 86'da cavab olur D variantı. 87. Harmonik rəqslər icra edən rəqs konturundakı kondensatorun maksimal yükü bu qədərdir. Cərəyan şiddəti bu qədər. Konturdakı cərəyan rəqslərin periodu. Deməli, yazacağım. IM bərabərdir. Yenə QM omega. Buradan da omeganı periodundan açıram. QM vurulsun. 2 pi bölünsün T. Buradan da T'ni tapanda alıram 2 pi QM bölünsün IM. Yerinə də qoysaq, deməli 2 pi 6'dır. QM 10 üstü mənfi 6'dır. IM də 10 üstü mənfi 3'dür. Bu sürətə qalxanda müsbət olur, çıxılır. 6 vurulsun 10 üstü mənfi 3 qalır. Bu da elə 6 millisaniyədir. 87'də cavab olur A variantı. 88. İdeal rəqs konturunda cərəyan şiddəti qanunu ilə dəyişir. Konturdakı kondensatorun tutumu bu qədər olarsa, onun elektrik sahəsinin enerjisinin maksimal qiymətini tapın. Yəni elektrik sahəsinin enerjisinin maksimal qiyməti tam enerjidir. Bizə nə verib? IM verib, yazıram 0.1. Bir də S-ni veribdir, 0.5'dir. Bir də omega var, o 100'dür. Bizdən də elektrik sahəsinin enerjisinin maksimal qiymətini istəyir.
Deməli, mən bunu necə tapa bilərəm? İM bərabərdir, QM omega yazaram. Buradan QM-i taparam. QM bərabərdir, İM bölünsün omega, yəni 0,1'i 100'ə bölərəm. Bu da 0,1 edər. Sonra da W elektriğin maksimal qiymətində yerinə qoysam, C kvadrat, Q kvadratı bölünsün 2C-də. QM kvadratı bölünsün 2C. Deməli, Q kvadratım, belə yazaq da, bu 10 üstü mənfi 3'dür, kvadrat da 10 üstü mənfi 6 edir, bölürəm 2C də 1 edir. Bu da gedəndə 10 üstü 6, burada deyəsən bir çevirmə də vardı, mikrofarad, hə. Bu da 10 üstümüz mənfi 6 edir. Bunlar da gedir, qalır 1 joule. Yəni, Y variantı. Gəlirəm növbəti sualı. 89. İdeal rəqs konturunda kondensatorun tutumu 4 mikrofarad, sarğacın induktivliyi 4 henri, amplitud qiyməti 10 üstü mənfi 4 kulon olarsa, sarğacdan keçən maqnit selinin maksimal qiyməti. Deməli, nə verib bizə? Tutum verib 4 mikrofarad, yəni 4 vur 10 üstü mənfi 6 farad. İnduktivlik verib 4 henri. Bir də yükün amplitud qiymətini verib QM-i. Bunda 10 üstü mənfi 4 kulon verib. Bizdən də nə istəyir? Maqnit selinin maksimal qiymətini. Yəni FM-dən söhbət gedir. Mən də FM-i tapmaq üçün birinci növbədə tam enerjini taparam. Buradan gedə bilərəm. Çünki induktivlik var. Əslində C də var. Onda gəlin belə yazaq. Birinci omeganı tapaq. 1 bölünsün kök altında LC-yə görə. O da bərabərdir 1 bölünsün kökün altında 16 vurulsun 10 üstü mənfi 6. Bundan da çıxır 4 vur 10 üstü mənfi 3. 1 bölünsün 4 vur 10 üstü mənfi 3. Onda. Buradan mən deməli omeganı alıram. 0,25 vurulsun 10 üstü mənfi 3. 10 üstü 3. Bu da elə edir 250. Sonra da cərəyan şiddətini taparam. İM bərabərdir QM omegaya görə. Deməli, buradan QM 10 üstü mənfi 4'dür. Vururam, omegam da 250'dir. Onda İM-in mənə verər nə qədər? Deməli, 0,25. Bir dəqiqə. Deməli, cərəyan şiddətində tapdım. Mənə deyir maqnit selinin maksimal qiyməti. Onda yazıram fi bərabərdir 50. Deməli, İ-ni 0,25 tapmışam. Vururam. L-də nə qədərdir? 4. Bunda 4'ə vuranda mənə 0,1 verir. Yəni cavab olur 0,1 Weber, yəni A variantı. 90 nömrəli sual. İdeal rəqs konturunda cərəyan şiddətinin zamandan asılılığı verilib, elektrik sahəsinin maksimal enerjisi bu qədər olarsa konturun induktivliyi. Deməli, biz bilməliyik konturun tutumunu. Tutumu tapmaq üçün də yükü bilməliyəm. Ona görə İM-i mənə verib 0,1. Omeganı da 300 pi verib. Bunu nəzərə alacağım. İM bərabər QM omegadır. QM-i buradan tapanda İM bölünsün omega edir. Bunu da elə beləcə saxlayacağım. 0,1 bölünsün 300 pi. Sonra da gətirsəm, elə orada yerinə qoysam, W bərabərdir Q kvadratı bölünsün 2C-də. Tutumu tapanda Q kvadrat bölünsün 2W yazaram. Bunu da elə bu ifadəni gətirib orada yerinə qoyacağım. Deməli, omega bərabərdir 1 bölünsün kökün altda LC. Buradan da L-i tapanda 1 bölünsün omega kvadratı C yazaram. O da bərabərdir 1 bölünsün omega kvadratımı elə burada, bax, omega kvadratım nədir? 300 pi-nin kvadratı deyə beləcə saxlayaram. 300 pi-nin xaricdən kvadratı vurulsun C tutumu da bu ifadəni tapmışam. Yəni bu nə deməkdir? Tərsinə çevirəndə. Deməli, Q kvadratım 0,1'in kvadratı bölünsün 300 pi-nin kvadratı vurulsun 2W. Yəni içində 0,5'ə vuranda 0,1 edir. Onda burada gətirib yerinə qoyanda 300 pi-nin xaricdən kvadratı vurulsun 0,1 bölünsün 0,1 olur. Bunlar gedir, bu da bundan gedəndə cavab 1 düşür. Bir də kvadratı yüksəltmədim. Cavab 1 henri düşür, Y variantı. 91 nömrəli sual. Rəqs konturunda bir-biri ilə ardıcıl birləşdirilmiş 3 eyni tutumlu kondensator paralel birləşdirilərsə, konturun məxsus rəqslərinin periodu. Deməli, birinci bunlar ardıcıl birləşib. Tutumları eynidir. Ardıcıl birləşibsə, birinci halda bunu tapıram C bölü 3. Sonra paralel birləşəndə isə olur 3C. Bizə deyir period. Bu baxıram nə qədər dəyişdi? 9 dəfə artıb. 9 dəfə artıbsa T bərabər 2 pi kök altında LC-yə görə
Əgər tutum kökün altında 9 dəfə artıbsa, periodda 3 dəfə artmış olur. Yəni cavab olur B variantı. 92 rəqs konturunda bir-birinə paralel birləşdirmiş. Deməli, birinci halda paralel birləşiblər, olur 3C. Sonra isə ardıcıl birləşib. İkinci halda isə ardıcıl birləşiblər, olur C bölü 3. Rəqslərin periodu. Onda yazaram T bərabərdir 2 pi kök altında C. Baxaram ki, nə qədər dəyişib. Bu 9 dəfə azalıb. 9 dəfə azalıbsa kök altında. Onda periodda 3 dəfə azalar. Yəni 92-də də cavab olur B variantı. 93. İdeal rəqs konturunda kondensatordakı yükün zamanda asılılıq qrafiki vermişdir. Hansı qrafik sarğacın maqnit enerjisinin zamanla asılılığını göstərir? Enerjilər mənfidə olmur. Bunlar gedər. Burada da baxıram ki, yük elektrik sahəsinə aid olan bir kəmiyyətdir. Birinci halda elektrik maksimum olub. Elektrik maksimum olsa, yəni yük maksimum olsa, elektrik də maksimum olub. Onda maqnit sahəsinin enerjisi birinci halda sıfırdan başlamalıdır. Cavab olur C variantı. 94. İdeal rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki verilmişdir. Grafikin hansı hissələri sarğıcıdan keçən maqnit selinin modulca artmasına uyğundur? Uşaqlar, bunlar iki kəmiyyətdir da. Məsələn, elektriyə aid olan kəmiyyətlər artanda, maqnitə aid olan kəmiyyətlər azalır. İndi yük elektriyə aiddir. Bu artanda maqnit seli maqnitə aid olan kəmiyyətdir. Maqnit seli azalmalıdır. İndi mənə deyirsə ki, maqnit seli artsın, onda deməli yükün azaldığı hissələri götürməliyəm. Yükün qiymətinin azaldığı hissə bir 2-3-dür, bir 4-5-dir. Onda 2-3-4-5 olar, yəni cavab olur C variantı. Gəlirəm 95 nömrəli suala. İdeal rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki vermişdir. Hansı hissələrdə maqnit seli modulca azalır? Baxın, maqnit seli azalırsa, deməli yük artmalıdır. Yükün artdığı hissələrə baxıram. 2 ilə 3-dür, bir də 4 ilə 5-dir. Sıfırdan müəyyən qiymətə qalxır. Cavab olur A variantı. 96. İdeal rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisi sarğacın maqnit sahəsinin enerjisindən 3 dəfə böyük olan anda sarğacda cərəyan şiddətinin ani qiyməti. Deməli, elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisindən 3 dəfə böyükdür. W elektrik bərabərdir 3W maqnitə. Bizə deyir ki, cərəyan şiddətinin ani qiyməti. W tam bərabərdir. W elektrik üstəgəl W maqnit. Elektriğin yerinə də 3W maqnit qoyub, bunu da üstəgəldə edir 4W maqnit. İndi bunu açaram. W tamı açıram. L im kvadratı bölünsün 2 bərabərdir. Bunu da yazaram 4L kvadratı bölünsün 2. Buradan 2'lər gedir, L'lər gedir. İni də tapanda alıram im bölünsün 2. Yəni cavab olur A variantı. 97 nömrəli sual. İdeal rəqs konturunda cərəyan şiddətinin amplitud qiyməti 3 amperdir. Yəni yazıram im bərabərdir 3-dür. Cərəyan şiddətinin ani qiyməti isə I 1 amper olduqda maqnit və elektrik sahələrinin enerjilərinin nisbəti. Birinci növbədə mən maqnit sahəsinin enerjisini taparam. W maqnit bərabərdir L im kvadratı bölünsün 2-dir. Burada da yerinə qoysam 4,5 L alınır. Amma elektriyi tapmaq üçün W elektrik bərabərdir. W tam enerjidən maqniti çıxmalıyam. O da bərabərdir. Tam enerjiyə yazaram L im kvadratı bölünsün 2. Çıx, maqnitə də yazaram L kvadratı bölünsün 2. Buradan da onda W elektriyi tapsam, L bölü 2'ni mötərizə xaricdən çıxardaram, vuraram. im kvadratım 9, I kvadratım 1. 8 də 2'yə bölərəm, 4 deyir düşər. Buradan da W maqniti W elektriyə bölsəm, maqnitim 4,5 idi. Bunu da bölürəm 4 ilə. L'lər gedir. 45'i 40'a bölməliyəm. 5'i ixtisar apararam. 9 bölünsün 8 düşər. Belə bir ifadə alındı. Hər uşaqlar, burada bir yanlış etmişəm. Maqnit sahəsinin enerjisi tapanda IM-dən istifadə etmirəm. L kvadratından istifadə edirəm. Bu bir dənə düzəliş verim. Çünki M-i qoyanda o amplitud qiymət tam enerjini bildirir. Yəni L kvadratı bölünsün 2'dir. Bu da bizə verir 0,5 L. Gətirib onda bunu da burada yerinə qoysaq, deməli, W maqnitin yerinə 0,5 L, W elektriğin də yerinə 4 L. L'lər gedər. Deməli, bu da edər 8'də 1. Aha, düzəldi. Cavab olur C variantı. Gəlirəm növbəti suala. 98. İdeal rəqs konturunda cərəyan şiddəti qanunu ilə dəyişir. Elektrik tutumu olan kondensatorun elektrik sahəsinin enerjisinin maksimal qiymətini hesablayın. Deməli, elektrik sahəsinin enerjisinin maksimal qiymətini istəyirsə, mən bunu tapmalıyam. Məsələn, CUM kvadratı bölünsün 2 ilə. İndi UM-i tapamayacam. Buradan yazaq, QM kvadratı bölünsün 2-dən tapa bilərəm. Bu da tam enerjini verir da. İndi biz burada yükü tapa bilərik. Necə? Deməli, QM bərabərdir
İM bərabərdir QM omeqadır. QM-i də tapanda İM bölünsün omega alıram. Deməli, İM 0,4'dür, omegam da 100'dür. Bu da edir 0,4. Yəni 4 vur 10 üstü mənfi 3. İndi gətirək bunu düsturda yerinə qoyaq. Deməli, Q kvadratım 16 vur 10 üstü mənfi 6 edir. Bölünsün. İkisi də 16 mikrofaraddır. Yəni 16 vur 10 üstü mənfi 6'dır. 2'ye də vuranda 32 vur 10 üstü mənfi 6 edir. 10 üstü mənfi 6'lar getdi. Bu da 2'də 1 düşür. Yəni 0,5. 98'də cavab olur B variantı. 99. Rəqs konturunda cəryan şiddətinin zamanda asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrine uyğun anda kondensatorun yükün modulu maksimum olur. Dedik ki, elektriğe aid olan kəmiyyətlər maksimum olanda maqnitə aid olan kəmiyyətlər minimum olur. İndi yükün modulu maksimumdur deyirsə, yük elektriğe aid olan kəmiyyətdir və yükün maksimum olması üçün maqnitə aid olan cəryan şiddəti nə olmalıdır? Minimum olmalıdır, yəni 0 olmalıdır. Onda yükün maksimum qiymət deyirsə, cəryan şiddəti 0 olan nöqtələri götürürəm. 2, 4. Cavab olur 99'da Y variantı. 100. Rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisinin zamanda asılılıq qrafiki verilmişdir. Cəryan şiddətinin artmasına uyğundur. Uşaqlar, cəryan şiddəti artırsa, elektriğe aid olan kəmiyyətlər nə etməlidir? Azalmalıdır. Onda artması üçün elektrik sahəsinin enerjisinin azaldığı hissələri götürürəm. Yəni 2, 3, 4, 5. Cavab olur C variantı. 101. Rəqs konturunda sarğacda cəryan şiddətinin zamanda asılılıq qrafiki verilmişdir. Grafikin hansı nöqtələrine uyğun zaman anda kondensatorun elektrik sahəsinin enerjisi maksimum olar. Elektriğin maksimum olması üçün maqnitə aid olan kəmiyyətlər nə olmalıdır? 0. Onda cəryan şiddəti 0 olan hissələr 2, 4'ü götürərəm. Cavab olur D variantı. 102. Rəqs konturunda cəryan şiddətinin zamandan asılılıq qrafiki vermişdir. Grafikin hansı nöqtələrine uyğun anda kondensatorun elektrik sahəsinin enerjisi 0'a bərabər olar. Elektrik 0 olanda cəryan onda maksimum olmalıdır, maqnitə aiddir. Cəryan maksimum olduğu nöqtələrdə 2 ilə 4'ü götürərəm. Cavab olar A variantı. Gəlirəm 103. Rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki vermişdir. Grafikin hansı nöqtələrine uyğun zaman anda sarğacda maqnit sahəsinin enerjisi maksimum olur. Maqnit maksimumdursa, yük elektriğe aid olan kəmiyyətdə onda yük deməli 0 olmalıdır. Yükün 0 olduğu da 2 ilə 4'dür. Yəni cavab olur C variantı. 104 nömrəli sual. Rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki vermişdir. Grafikin hansı nöqtələrine uyğun zaman anda sarğacdakı cəryan maqnit sahəsinin enerjisi 0 olar. Maqnitin 0 olması üçün elektriğe aid olan kəmiyyətlər maksimum olmalıdır. Yük də elektriğe aid olduğu üçün bu da maksimum olmalıdır. Yükün də maksimum olduğu 2 ilə 4'dür. Onda cavab olur 104'də də Y variantı. 105. Rəqs konturunda kondensatorun elektrik yükünün zamanda asılılıq qrafiki verilmişdir. Hansı qrafik sarğacdakı maqnit sahəsinin enerjisinin zamanda asılılığına uyğundur? Fikir verin. Yükün başlanğıcda müəyyən bir qiyməti var. Yük müəyyən bir qiymət alıbsa, bu yükün müəyyən bir qiyməti varsa, deməli maqnit sahəsinin enerjisi nədir? 0'dır. Çünki yük qiymət alıbsa, enerjində müəyyən qiyməti var. Onda maqnit sahəsinin enerjisi 0'dır. Onda deməli maqnit 0'dan başlamalıdır. Özü də burada bir şeyə fikir verir ki, mənfi hissəyə keçmir qrafik enerjidə. Y variantı. 106. Rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin zamanda asılılıq qrafiki vermişdir. Hansı nöqtəyə uyğun zaman anda kondensatorun elektrik yükünün miqdarı 0 olar. Q 0'dırsa, maqnitə aid olan kəmiyyətlər nə olur? Maksimum. İndi yükün 0'dırsa, buna aid olan kəmiyyətlərdən hansı maksimumdur? 4. Cavab A. 107. Rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin zamanda asılılıq qrafiki verilmişdir. Kondensatorun elektrik yükünün modulu maksimum olar. Q maksimumdursa, maqnitə aid olan kəmiyyətlər nədir? 0. Maqnit sahəsinin enerjisi hansı nöqtədə 0'dır? 2'də. Onda 107'də cavab olur C variantı. 108. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi ideal rəqs konturunun kondensatorunda gərginliyin amplitud qiyməti OM-dir. Sarğacın maqnit sahəsinin enerjisi kondensatorun elektrik sahəsinin enerjisindən 2 dəfə böyük olan anda kondensatorda gərginliyin ani qiymətini hesablayın. Baxaq. Deməli, nə deyir? Sarğacın maqnit sahəsinin enerjisi kondensatorun elektrik sahəsinin enerjisindən 2 dəfə böyükdür. W maqnit bərabərdir 2W elektriyə. Yazaq onda. W tam bərabərdir. W maqnit üstə gəl W elektrik. W maqnitin yerinə 2W elektrik qoyub bundan toplasam edər 3W elektrik. Açsaq W tam açaram CUM kvadratı bölünsün 2 ilə. Bərabər edərəm 3 CU kvadratı bölünsün 2. 2'lər gedər, C'lər gedər, bizdən onu istəyir. O da bərabər olur UM bölünsün kök 2'yə. Kök 3'ə. Çünki kvadrat hər tərəfdən kök alıram. Cavab olur 108'də
A variantı. Gələk 109 nömrəli suala. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi ideal rəqs konturunun kondensatorundakı gərginliyin amplitud qiyməti UM-dir. Sarğacın maqnit sahəsinin enerjisi kondensatorun elektrik sahəsinin enerjisindən 24 dəfə böyük olan anda kondensatordakı gərginliyin ani qiymətini hesablayın. Baxın uşaqlar. Maqnit sahəsinin enerjisi elektrikdən 24 dəfə böyükdür. W maqnit bərabərdir 24 W elektriyə. Tam enerjinin düsturunu yazanda W maqnit üstə gəl W elektrik. W maqnitin yerinə 24 W elektrik yazıb bundan toplasam edər 25 W elektrik. Buradan da atsam CUM kvadratı bölünsün 2 bərabərdir 25 C kvadrat CU kvadrat bölünsün 2'ye. İkilər gedər, C'lər gedər. Onu da tapanda kök alsam UM bölünsün 5 alaram. Yəni cavab olur C variantı. 110 nömrəli sual. İdeal rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin zamandan asılılıq qrafiki verilmiştir. 8'də 1 tez zaman anında kondensatorun elektrik sahəsinin enerjisini hesablayın. Əslində uşaqlar, burada belə bir şey var ki, bu xüsusi haldır. 8'də 1 periyodda W elektrik W maqnitə bərabər olur. O da bərabər olur W tam enerjinin yarısına. Yəni maqnitin maksimal qiyməti tam enerjidir. 8'də yarıya bölərəm 4 taparam. Ya belə tapa bilərsiniz və yaxud da baxıram ki, maqnit sahəsi sinus qanunu ilə dəyişir. Onda elektrik sahəsinin enerjisi kosinus qanunu ilə dəyişməlidir. Yazaram W tam kosinus kvadrat omega t. Buradan da baxın W tam 8'dir. Vurulsun. Kosinus kvadrat omega t. Kosinusum nə qədər veribdir? Kosinus omega t-mi? 1 bölünsün 2 pi. Kvadrata da yüksəltsəm 1 bölünsün kökdə 2, 1 bölünsün 2'dir. Bunu da ixtisar yapanda yenə 4 düşür. Yəni belə də gedə bilərsə də ikisi də düzdür. D variantı olur. 111 nömrəli sual. İdeal rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin zamanda asılılıq qrafiki verilmiştir. 8'də 1 tez zaman anında sarğacın maqnit sahəsinin enerjisini hesablayın. Demişdik ki 8'də 1 periyod xüsusi haldır. Bu halda W elektrik W maqnitə bərabər olur. O da bərabər olur W tam enerjinin yarısına. Buradakı tam enerji 8 oldu. Bölürəm 2'ye. Bu da mənə verir 4. Yəni cavab olur 4 millijoule 111'də Y variantı. 112. İdeal rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisinin zamanda asılılıq qrafiki verilmiştir. 8'də 1 zaman anında kondensatorun elektrik sahəsinin enerjisi. Bu da xüsusi haldır. Elektrik maqnitə bərabərdir. O da bərabərdir tam enerjinin yarısına. Tam enerji 8'dir. 8'in de yarısı bize verir 4 millijoule. Yani C variantı. 113. İdeal rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisinin zamandan asılılıq qrafiki verilmiştir. 8'də 1 tez zaman anında sarğacın maqnit sahəsinin enerjisi. Yenə 8'də 1 periyodda elektrik maqnitə bərabərdir. Hər ikisi də eyni qiymət alır. Tamın yarısına. Tam 8'dirsə yarısı 4'dür. Yəni cavab olur D variantı. 114. İdeal rəqs konturunda maqnit sahəsinin enerjisi elektrik sahəsinin enerjisindən 3 dəfə böyük. Yazıram. W maqnit bərabərdir 3 W elektrik. Olan anda kondensatorun yükü Q'dur. Bu anda yük Q'dur. Kondensatorun yükünün maksimal qiymətini istəyir. Yazacağım W tam bərabərdir. W elektrik üstə gəl W maqnit. Maqnitin yerinə də 3 W elektrik qoysam edir 4 W elektrik. Onda W tama yazaram Q kvadratı, QM kvadratı bölünsün 2'si bərabərdir. Buna da 4 Q kvadratı bölünsün 2'si yazaram. C'lər gedər. Bizdən də QM istəyir da, deyəsən qoy görüm. Maksimal qiymətini. Aha. QM-i də tapanda kök alsam 2Q düşər. Yəni cavab olur 2Q. 114'də Y variantı. 115. İdeal rəqs konturunda elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisindən 15 dəfə böyükdür. Yazaq. W elektrik bərabərdir 15 W maqnitə. Cəryan şiddəti bu anda idisə, cəryanın şiddəti maksimal qiyməti. Yazıram. W tam bərabərdir W elektrik üstə gəl W maqnit. Buradan W tam qalır yerində. Elektriğin yerinə 15 W maqnit gəlib üstə W maqnit gəlsəm edər 16 W maqnit. Bunu da açsam, tam açaram. L IM kvadratı bölünsün 2 ilə. Bərabər edərəm. 16 L kvadratı bölünsün 2'ye. 2'lər gedir, L'lər gedir. Buradan da İ'mi tapanda kök alıram. 4'i. Bu da cavab olur Y variantı. 116. Sərbəst elektromaqnit rəqslərin baş verdiyi ideal rəqs konturda yaranan cəryan şiddətinin amplitud qiyməti Y-dir. Kondensatorun elektrik sahəsinin enerjisi sarğacın maqnit sahəsinin enerjisindən 15 dəfə böyük olan anda cəryan şiddətinin ani qiymətini hesablayın. Deməli, elektrik sahəsinin enerjisi maqnitdən 15 dəfə böyükdür. W elektrik bərabərdir
15 W maqnitə. Onda yazıram W tam bərabərdir W elektrik üstə gəl W maqnit. Elektriğin yerinə də 15 W maqnit qoyub W maqnitdən toplasam 16 W maqnit olar. Açaram. W tam açaram L im kvadratı bölünsün 2 bərabərdir. Buna da yazaram 16 L kvadratı bölünsün 2. Buradan 2'lər gedər, L'lər gedər. İni də tapanda kök alaram. İm bölünsün 4 alınır. Yəni cavab olar 116'da Y variantı. 117. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi konturda cərəyan şiddətinin amplitud qiyməti İM'dir. Kondensatorun elektrik sahəsinin enerjisi ağacın maqnit sahəsinin enerjisindən 8 dəfə böyük olan anda cərəyan şiddətinin ani qiyməti. Deməli, elektrik sahəsinin enerjisi maqnitdən 8 dəfə böyükdür. Yazıram W elektrik bərabərdir 8 W maqnitə. Onda W tam bərabərdir W elektrik üstə gəl W maqnit. Elektriğin yerinə də 8 W maqnit qoyub toplasam edər 9 W maqnit. Buradan W tam açaram L im kvadratı bölünsün 2 bərabərdir 9 L kvadratı bölünsün 2. 2'lər buradan gedir, L'lər gedir. İni də tapanda kök alıram. İm bölünsün 3 düşür. Yəni cavab olur D variantı. 118. Rəqs konturundakı cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyindən asılı qrafiki verilmişdir. Sərğacın induktivliyi 1,25 mH olarsa kondensatorun tutumunu hesablayın. Deməli, burada omega var. 4 vur 10 üstü 3'dür. Götürdüm. Bir də induktivlik var. 1,25 mH-dir. Onda yazıram 1,25 vursun 10 üstü mənfi 3. Tutumu istəyir. Omega bərabərdir 1 bölünsün kökün altında LC. Kvadrata yüksəltsəm və C-ni tapsam, C bərabər olar 1 bölünsün omega kvadratı vurulsun L. İndi buradan da yerinə qoysaq, deməli 1 bölünsün omega kvadratım 16 vur 10 üstü 6 edir. L də 1,25 vur 10 üstü mənfi 3'dür. Deməli, məxrəc nə qədər edir? Məxrəc 10 üstü müsbət 3 edir. Sürətə qalxar 10 üstü mənfi 3 olar. 10 üstü mənfi 3. Bunu yazaq. Bəs bu ifadə nə qədər edər? Deməli, 16'ın 1,25'ə vursam, bu da mənə 20 verir. Biri də 20'yə böləndə bizdə belə düşər. Deməli, 0,005 vurursun 10 üstü mənfi 3. Bunu da çevirəndə 5 vur. 0,5 düşür uşaqlar. 0,5 düşür. Bunu da çevirəndə 5 vurulsun 10 üstü mənfi 5'edir, amma mikro ilə göstərməliyəm. 50 vur 10 üstü mənfi 6 yazaram. Yəni bu dolar 50 mikrofarad. Yəni 118'də cavab olur A variantı. Gəlirəm 119 nömrəli suala. Sarğacın induktivliyi 0,6 Henry olan rəqs konturunda cərəyan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Qrafikin K nöqtəsinə uyğun zaman anda kondensatorun elektrik sahəsinin enerjisi nəyə bərabərdir? Cərəyan şiddətinin maksimum qiymətini verib yazıram. Deməli, İM bərabərdir 2. Bir də sonraki qiymətini verib, ini verib 1. Onda bizdən də nə istəyir? K nöqtəsinə uyğun zaman anda elektrik sahəsinin enerjisi nəyə bərabərdir? Deməli, yazacağım ki, W tam bərabərdir W elektrik üstə gəl W maqnit. Buradan da W elektriği tapanda tam enerjidən maqniti çıxmalıyam. Bunu da açaram. W elektrik bərabərdir L im kvadratı bölünsün 2. Çıxılsın L i kvadratı bölünsün 2. Buradan da W elektrik bərabərdir L böl 2'ni mötərizə xaricdən çıxardaram. İm kvadratı çıxılsın i kvadratı. İndi buradan da hamısını yerinə qoyaq. Deməli, induktivlik 0,6'dır. 2'yə bölüb 0,3 qoyaram, vurulsun. İm kvadratı 4 edir, i kvadratı da 1. 0,3'ü də 3'ə vursam, cavab edər 0,9 joule. Yəni 119'da cavab olur B variantı. 120. Rəqs konturunun eyni sarğacına birinci kondensatoru qoşduqda yaranan sərbəst elektromaqnit rəqslərinin periodu T1, ikinci kondensatoru qoşduqda isə T2'dir. Sarğaca həmin kondensatoru paralel birləşdirib qoşduqda yaranan rəqslərin periodu nəyə bərabər olar? Deməli, birincini qoşanda T1 bərabərdir 2 pi kök altında L vurulsun C1 olur. Buradan da C1'i tapanda alaram ki, T1 kvadratı bölünsün 4 pi kvadratı L. Eynisini C2 üçün də yazsam, C2'ni də tapanda B olacaq. C2 bərabərdir T2 kvadratı bölünsün 4 pi kvadratı L. İndi mənə deyir ki, bunları paralel birləşdirsəm. Deməli, onda paralel birləşdirəndə periodu tapanda birinci ümumi tutumu yazmalıyam. C1 ilə C2'ni toplamalıyam. Onda T bərabər olar 2 pi kökün altında L vurulsun C1 üstə gəl C2.
Burada indi açmalıyam. Gəlin açaq yerinə qoyaq. 2 pi qalır yerində. Kökün altında S1-in yerinə qoyuram. Bax, T1 kvadratı. L vurulsun yazaq birinci. T1 kvadratı bölünsün 4 pi kvadratı vur L. Üstə gəlsin S2-ni də yerinə qoyuram. T2 kvadratı bölünsün 4 pi kvadratı L. Baxın, mötərizədən kənara çıxardanda L'lər ixtisar gedir. Onda kökün altdan belə çıxartsam T bərabər olar 2 pi. Kökün altda da 1 bölünsün 4 pi kvadratını çıxartsam əgər mötərizə xaricinə. Onda kökün altda mötərizədə qalır T1 kvadratı üstə gəl T2 kvadratı. Bu 4 pi kvadratda kökdən çıxanda 2 pi ilə ixtisar gedir. Onda periyod tapıram T bərabərdir. Kökün altında T1 kvadrat üstə gəlsin T2 kvadratına. Yəni bu düstur buradan alınır. Cavab olur 120-də C variantı. 121. Rəqs konturunda elektromaqnit rəqslər zamanı kondensatorun yükü 0 olduğu anda hansı fiziki kəmiyyətlərin qiyməti maksimum olar? Yük 0 olanda elektrik sahəsinin enerjisi də 0 olur, gərginlik də 0 olur. Tərsinə, maqnit fi i maksimum qiyməti alır. Məndən də maksimum istəyirsə cəryan şiddətidir. Maqnit sahəsinin enerjisi də, bir də maqnit sahəsinin enerji sıxlığı olar. Yəni cavab olar 2, 4, 6. Gələk 122. Rəqs konturunda sarğıçda cəryan şiddəti zamanda asıllıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Deyir ki, 2 və 4 zaman anda sarğıçda maqnit sahəsinin enerjisi maksimumdur. Baxaq. Deməli 2-4 anında cəryan şiddəti 0-dır. Xeyr, cəryan şiddəti 0-dırsa maqnit sahəsinin enerjisi də 0-dır. Yəni götürürəm 2-ni. 1-3-5 nöqtələrində kondensatorun elektrik sahəsinin enerjisi maksimumdur. Xeyr. 1-3-5-də kondensatorun I maksimumdur deyə cəryan şiddəti. Maqnit sahəsinin enerjisi maksimumdur. 1-3-5-də. Tərsinə 1-3-5-də elektrik sahəsinin enerjisi 0-dır. Yəni cavab olur 2-4. 123. Rəqs konturunda kondensatorun yükünün zamanda asıllıq qrafiki vermişdir. Hansı ifadələr doğrudur? A nöqtəsində gərginlik maksimumdur. A nöqtəsində yük 0-dır. Yük 0-dırsa gərginlik də 0 olmalıdır. Deməli bu yanlışdır. 2-ni götürürəm. B nöqtəsində cəryan şiddəti maksimumdur. B-də yük maksimumdur uşaqlar. Yük maksimumdursa cəryan şiddəti 0-dır. Onda götürürəm 2, 4-ü. Gəlirəm 124. Deyir ki, hansı mülahizələr doğrudur? Görək nə deyir? Birincidə deyir ki, A nöqtəsində kondensatorun gərginliyi maksimumdur. Düz deyil. A nöqtəsində yük maksimumdur deyə gərginlik də maksimum olur. Bir doğrudur. Sonra 3-də nə deyir? B nöqtəsində maqnit seli maksimumdur. Baxaq. B nöqtəsində yük 0-dır. Yük 0-dırsa bəli, maqnit seli maksimum olar. Yəni cavab olur 1, 3. Gəlirəm 125 nömrəli suala. Rəqs konturunda elektrik sahəsinin enerjisinin zamanda asıllıq qrafiki ilk T/4 müddətində fiziki kəmiyyətlərin qiymətləri üçün hansı ifadələr doğrudur? Deməli, ilk T/4 müddətində. Birinci başlanğıcda baxıram nə baş verib T bərabər 0 anında. T bərabər 0 anında elektrik 0-dır. Onda elektriyə aid olan yükdür, gərginlikdir, bunlar 0-dır. Tərsinə maqnit, fi, I maksimumdur. Daha sonra T bərabər 0-dan sonra T bərabər T/4 anı gəlir. Bu anda artıq tərsinə çevrilir. Elektrik, yük, gərginlik olur maksimum. Tərsinə maqnit sahəsinin enerjisi, cəryan şiddəti və fi sıfırlanır. İndi kondensatordakı yük artır. 0 idi, sonra maksimum oldu, bəli artır. Gərginlik 0 idi, sonra maksimum oldu, gərginlik artır. Cəryan şiddəti maksimum idi, 0 oldu, azalır. Yəni bir də maqnit sahəsinin enerjisi azalır. 1, 2, 5. Gəlirəm 126. Rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqslər zamanı kondensatorun elektrik sahəsinin enerjisinin sarğacın maqnit sahəsinin enerjisinə asıllıq qrafiki verilmişdir. Mənə deyir ki, sarğacın maqnit sahəsinin enerjisi 40 millijol olduqda kondensatorun elektrik sahəsinin enerjisini tapın. Deməli, maqnit sahəsinin enerjisini 40 jol verdikdə. Əvvəla mən tam enerjini taparam birinci. Baxın, burada maqniti 80 verib, üstə gəl, elektrik də 20-dir. Toplayıram, tam enerjini 100 tapıram. Daha sonra yazaram W tam bərabər W elektrik üstə gəl W maqnit. Tamı 100 tapmışam, bərabərdir. İndi maqnitin yerinə 40 qoyaram, üstə W elektriği gələrəm. Onda elektrik sahəsinin enerjisini burada taparam neçədir? 60 millijol. 126'da cevap olur 60 millijol. 127 kondensatorun elektrik tutumu 4 mikrofarad olan rəqs konturunda yaranan sönməyən elektromaqnit rəqslər zamanı kondensatorun gərginliyi zamanda asıllıq qrafiki verilmişdir. S nöqtəsinə uyğun zaman anında maqnit sahəsinin enerjisi. Deməli,
UM-i verib mənə maksimum qiymət 50-dir. Onun da sonraki qiymətini 10 verib. İnduktivliyi də verib. Onu da yazıram. W tam bərabərdir. W elektrik üstə gəl W maqnit. İndi buradan maqniti taparam. W tamdan W elektriyi çıxaram. Bunu da yazaram. W maqnit bərabər tam üçün yazaram. CUM kvadratı bölünsün 2. Çıxılsın CU kvadratı bölünsün 2. Buradan da C-ni mötərizə xaricən çıxardaram. C böl 2-ni. Onda mötərizədə qalar UM kvadrat çıx U kvadratı. İndi burada hamısını yerinə qoyaram. C 4-dür. 2-yə bölərəm 2 vur 10 üstü mənfi 6 düşər. Vurulsun UM kvadratı 2500 edir. 50-nin kvadratı çıxılsın. 10-un kvadratı 100. 2400 olar. Onu da 2'ye vuranda 4800 vurulsun 10 üstü mənfi 6 edər. 0'ları çəksəm 4 onda 8 vurulsun 10 üstü mənfi 3 edər. Yəni bu da 4 onda 8 millicol edər. Cavab olur 4,8 millicol. Bu şəkildə həll edirik. 128. Sarğacının induktivliyi 4 millihenry olan rəqs konturunda yaranan sönməyən elektromaqnit rəqslər zamanı cərəyan şiddətinin zamanda asılılıq qrafiki verilmişdir. Grafikin C nöqtəsinə uyğun zaman anında kondensatorun elektrik sahəsinin enerjisini hesablayın. Baxın, IM-i verib maksimum qiyməti 3. İni də verib 1. Məndən də elektriyi istəyir. Yazıram. W tam bərabərdir. W elektrik üstə gəl W maqnit. Buradan W elektriyi tapıram ki, tam çıxılsın W maqnit. Buradan da açıram. W elektrik bərabərdir. L IM kvadratı bölünsün 2. Çıxılsın L kvadratı bölünsün 2. Buradan da L böl 2-ni mötərizə xaricən çıxardıram. Qalır IM kvadratı, çıxılsın I kvadratı. İndi hamısını yerinə qoyuram. Deməli, L 4 millihenrydir. 2'yə də böləndə 2 vurulsun 10 üstü mənfi 3 qalır. Vurulsun IM kvadratım 9'dur, I kvadratım da 1'dir. Edir 8. Bu da edir 16 vur 10 üstü mənfi 3. Millicola da çevirəndə bu da edir 16 millicol. Yəni 128'də cavab oldu 16 millicol. 129 nömrəli sual. Rəqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisindən asıllıq qrafiki verilmişdir. A nöqtəsində kondensatorun gərginliyinin ani qiyməti onun maksimal qiymətindən 2 dəfə az olarsa, bu anda maqnit sahəsinin enerjisini hesablayın. Deməli, gərginliyin ani qiyməti maksimal qiymətdən 2 dəfə azdır. Yəni U bərabərdir. UM bölünsün 2'yə. İndi mən burada UM ilə gedəcəyim üçün buradan yazıram. UM bərabərdir 2-yə. İndi gələk bura. Deyir ki, maqnit sahəsinin enerjisini hesablayın. Mənə tam enerjini veribdir. Bu qalsın bir kənarda. Hələ yazıram. W tam bərabərdir. W elektrik üstə gəlsin W maqnit. Bizdən də maqnit sahəsinin enerjisini istəyir, tapıram. W maqnit bərabərdir. W tam çıx W elektrik. W tama yazıram. C UM kvadratı bölünsün 2. Çıxılsın. W elektriyə də yazıram. CU kvadratı bölünsün 2. Buradan da W maqnit bərabərdir. C bölünsün 2-ni mötərizə xaricən çıxardıram. Mötərizədə qalır UM kvadratı, çıxılsın U kvadratı. İndi uşaqlar fikir versin. UM var. Gətirib yerinə qoyacağım. Və buradan sadələşdirəcəm. Deməli, W maqnit bərabərdir. C bölünsün 2 vurulsun. UM kvadratı qalsın yerində. Elə U kvadratın yerinə UM kvadratı böl 4 qoyacağım. UM kvadratı bölünsün 4. Bu da nə qədər edir? W maqnit bərabərdir. Bu da 4'də 3 edir. Yerinə də qoyanda olur. Deməli 3 C UM kvadratı bölünsün 8. İndi mən buradan nə edəcəm? Baxın uşaqlar. Tam enerjini mənə 200 veribmi? Kənardan yazıram. W tam bərabər idi nəyə? CUM kvadratı bölünsün 2'yə. Bunu mənə 200 verib. Onda belə çıxır ki, CUM kvadratım neçədir? 400'dür. Gətirib burada yerinə qoyacağım. CUM kvadratın yerinə 400 qoyacağım. 3 vurulsun 400 bölünsün 8. 3'ü 400'ə vuranda 1200 edir. Onu da 8'ə bölməliyim. Bunu da 4'ə ixtisar aparıram. 300 bölünsün 2, o da düşür 150. Deməli, maqnit sahəsinin enerjisi 150 joula bərabər olur. Gəlirəm 130 nömrəli suala. Görək bizə nə deyir? Deyir, rəqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisindən asılı qrafiki verilmişdir. A nöqtəsində kondensatorun yükünün ani qiyməti onun maksimal qiymətindən 2 dəfə az olarsa, bu anda maqnit sahəsinin enerjisi. Deməli, ani qiymət maksimaldan 2 dəfə azdır. Yəni, Q bərabərdir. Q maksimal bölünsün 2'yə. Yenə bayaqçı qaydada yazacağım. Yazıram ki, W tam bərabərdir. W elektrik üstə gəlsin W maqnit.
Buradan da maqnit sahəsinin enerjisini istəyir. W maqnit bərabərdir. W tam çıxılsın W elektrik. Bunu da açsam W tam açıram QM kvadratı bölünsün 2'si. Çıxılsın elektriyə də yazıram. Q kvadratı bölünsün 2'si. Buradan da mötərizə xaricdən çıxartsam W maqnit bərabər olar 1 bölünsün 2'si. Mötərizədə də deməli QM kvadratı çıxılsın Q kvadratı. İndi gətirib burada da Q'nun yerinə QM bölünsün 2 qoysam W maqnit bərabərdir 1 bölünsün 2'si. QM kvadratı qalır yerində. Çıxıram QM kvadratı bölünsün 4'ü. Burada da bu yenə 4'də 3 edir. Gətirib yerinə qoysam belə bir ifadə alaram. Deməli 3 QM kvadratı bölünsün 8'si. İndi burada mən necə vəz edəcəm? Görürsə tam enerjini verib bizə 100 joule. Onda bir kənardan yazıram. W tam bərabərdir QM kvadratı bölünsün 2'siyə. Bunu deməli mənə veribdir 100. Onda buradan belə sadələşdirirəm da. QM kvadratın yerinə 200 qoyaram. Çarpaz vurub. Onda gətirib yerinə qoysam bərabərdir. 3 vurulsun 200 bölünsün 8'si. S'lər də ixtisar gedir. 3'ü 200'e vuranda 600, 600 də 8'e bölsəm, 600 ilə 8'i 4'e ixtisar aparsam, məxrəcdə 2, sürətdə də 150. 150'yi də 2'ye bölsəm, cavabı alaram 75 millijoule. Bu şəkildə həll olunur. 131 nömrəli sual. İnduktivliyi 200 millihenri və elektrik tutumu 80 mikrofarad olan rəqs konturunda sərbəst elektromaqnit rəqsləri baş verir. Başlanğıc anda kondensatorun elektrik sahəsinin enerjisi maksimumdur. Hansı ən kiçik zaman müddətindən sonra kondensatorun elektrik sahəsinin enerjisi yenidən maksimum qiymətini alırlar. Deməli, hansı ən kiçik zaman müddətindən sonra deyir. Yəni, T-dən söhbət gedir. Başlanğıc anda T bərabər 0 anında. Deməli, elektrik sahəsinin enerjisi maksimumdur. W elektrik maksimumdur. W tam nədir? W maqnit daha doğrusu 0. T bərabər 0 andan dərhal sonra gələn zaman anı T bölü 4 andır. Bu anda artıq W elektriği olur 0. W maqnit olur maksimum. Məndən də elə burada yox. Bunu soruşmur. Deyim nə vaxt ən qısa zamanda elektrik yenidən maksimum var. T bölü 4'dən sonra gəlir T bərabər T bölünsün 2. Bax, bu anda artıq yenə elektrik maksimum olur. Maqnit minimum olur. Onda deməli, mən hansı zaman anını götürürəm? T bərabərdir T bölünsün 2 anını. Bunu belə nəzərə alacağım. Tutum var, induktivlik var. Omeqanı tapacağım. Omega bərabərdir 1 bölünsün kök altında EC. O da bərabərdir 1 bölünsün kökün altında 200 millihenri, yəni 200 vurulsun 10 üstü mənfi 3. Vurulsun 80 mikrofarad, yəni 80 vurulsun 10 üstü mənfi 6. Buradan da deməli, ixtisarlarını aparsam, omega bərabərdir 1 bölünsün kökün altında 10 üstü mənfi 9 edir. Bunların üçündən də gedəndə qalır 16 vur 10 üstü mənfi 6. Bundan da çıxır 4 vur 10 üstü mənfi 3. O da 0,25 vur 10 üstü 3'dür, yəni 250 edir. Omeganı tapandan sonra yazıram. Omega bərabərdir 2 pi bölünsün T. Buradan da 250'ye bərabər edirəm bunu. 2 pi də 6'dır. Onda periyodu buradan tapanda 6'nı bölməliyəm 250'ye. Məndən də hansı ən kiçik zaman anı idi? T bölünsün 2 idi da. T bərabərdir. T'nin yerinə qoyuram 6 bölü 250 vurulsun 2. Buradan da ki bu 500 edir. 6'ını da bölməliyəm 5'ə. Bu da mənə verəcək nə qədər? Deməli, 1,2 edir. Amma millisaniyə ilə göstər deyir. Çevirməliyəm. Özdə bu deyirsən 500 edir. Hə. Onda bu 0,0 mində 12 edir. Hə. 0,12 edir. Bunu da indi millisaniyə çevirəndə 12 vur 10 üstü mənfi 3 yazaram. Yəni 12 saniyə bərabər olar. Bu şəkildə həll edirik. 132 nömrəli sual. Fiziki cəmiyyətlər və ifadələr arasındakı uyğunluğu müəyyən edin. Verilmiş ideal rəqs konturunda kondensatorun yükünün amplitudunu 2 dəfə artırdım. Əvvəla rəqslərin tam enerjisi, belə deyim, asıllığı var. İndi tapacağım görək necə asılı olur. W tam bərabərdir. Məsələn, QM kvadratı bölünsün 2 yazaram. Yəni bunu 2 dəfə artırıramsa başında kvadrat var. Tam enerji 4 dəfə artar. Sonra gəlirəm növbəti suala. Maqnit selinin maksimal qiyməti. Sel maqnitə aid olan bir cəmiyyətdir.
və yük isə elektriyə aid olan bir kəmiyyətdir. Əgər mənim yüküm 2 dəfə artıbsa, artıb eləmi? Aha. Deməli, buna necə baxacağam? İm bərabərdir, QM omega yazacağam. İ Q ilə düz asıdır. Q 2 dəfə artdısa, İm də 2 dəfə artar. Onda fi bərabərdir eliyə görə də 2 dəfə artdısa, fi də 2 dəfə artar. 2-yə gedir C. Tezlik, period, omegada amplitud qiymətlərdən asılı olmur, ona görə dəyişməz. Gəlirəm 133. Fiziki kəmiyyətlər və ifadələr arasındakı uyğunluğu müəyyən edin. Deməli, üçün amplitudunu 2 dəfə azaldıramsa, W tam bərabərdir. Məsələn, yazaram QM kvadratı bölünsün 2C. Yükü 2 dəfə azaldıramsa, başında kvadrat var. Tam enerji 4 dəfə azalar. Maqnit seli üçün baxıram, İm bərabərdir, QM omega. Burada deməli, QM 2 dəfə azaldıramsa, İM də 2 dəfə azalır. Onda fi bərabərdir, eliyə görə də İm 2 dəfə azalırsa, fi də 2 dəfə azalır. Cavab gedirdi. Tezlik periodda amplituddan asılı deyil. Cavab olur Y variantı. Sonra 134 nömrəli sual. Rəqs konduruna sarğaca maqnit nüfuzu olan içlik daxil etsək. Mü bərabərdir. L bölünsün L0. Münü daxil edirəmsə, L mü dəfə artır. Onda tezlik üçün yazıram mü bərabərdir 1 bölünsün 2 pi kök altında L-si. Deməli, L daha doğrusu mü dəfə artırsa, nü bundan kök altı tərs asılıdır. Əgər L kökdə mü dəfə artdısa, nü neyniyir? Daha doğrusu L mü dəfə artdısa, nü kökdə mü dəfə azalmalıdır. Yəni cavab olur D variantı. Sonra period deyir. Periodun düsturunu yazacağım. T bərabərdir 2 pi kök altında isə düz asılıdır. Əgər L mü qədər artırsa, period kökdə mü dəfə artır. C variantı. İnduktivlikdəki mü dəfə artır. Cavab olur Y. 1-ə D, 2-yə C, 3-ə də Y variantı uyğun gəlir. 135. İdeal rəqs konturunda maqnit sahəsinin enerjisinin zamandan asıllıq qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Baxın uşaqlar. Maqnit sahəsinin enerjisi başlanğıc anda sıfırdır. Yəni, maqnit sahəsinin enerjisi sıfır deməyək, belə deyək ki, sinus qanunu ilə dəyişir. Onda maqnitə aid olan kəmiyyətlər cərəyan şiddəti və fi də sinus qanunu ilə dəyişməlidir. Tərsinə, elektriyə aid olan kəmiyyətlər W elektrik, sonra yük, gərginlik onda kosinusla dəyişməlidir. İndi baxaq. Maqnit sinusla dəyişir, gərginlik deyil. Gərginlik kosinusla dəyişməlidir. Onda mən nə götürə bilərəm? D variantını götürə bilərəm. Sonra maqnit seli. Maqnit seli eyni maqnit sahəsinin enerjisi kimi olur, lakin o mənfiyə keçə bilir. A götürərəm. Tam enerji də zamandan asılı deyil, onda Y götürərəm. 1-ə D, 2-yə A, 3-ə də Y. 136-da maqniti bu dəfə kosinus qanunu ilə veribdir. Əgər maqnit kosinus qanunu ilə dəyişirsə, I ilə fi də kosinusdur. Elektrik sahəsi isə sinus qanunu ilə dəyişir. Gərginlik onda sinus qanunu ilə dəyişməlidir. Götürərəm A variantını. Maqnit seli eyni ilə maqnit sahəsinin enerjisi kimi kosinusla dəyişir. C variantı. Tam enerji də zamandan asılı olmur. Y variantı. 1-ə A, 2-ə C, 3-ə də Y variantı. 137. Deyir 0,1 hissəsində. Baxın uşaqlar, 0,1-də cərəyan artır. I artırsa, W maqnit, bir də deməli fi artır. Bunlar maqnitə aid olan kəmiyyətlərdir. Tərsinə, elektrik, yük, gərginlik azalır, tam enerji konstant qalır, dəyişmir. İndi baxaq. Deməli, artır. Nələr artdı? Maqnit sahəsinin enerjisi, D variantı, bir də maqnit seli, B variantı. Azalır elektrik sahəsinin enerjisi, sonra gərginlik, dəyişmir tam enerji. 1-ə B-dir, 2-ə A-si, 3-ə də Y. 38. Birdən 2-yə gələndə tərsinə fikir verin, cərəyan şiddəti azalır. Cərəyan şiddəti azalırsa, maqnit fi azalır, tərsinə elektriyə aid olan kəmiyyətlər artır. Artanlar nə oldu? Elektrik sahəsinin enerjisi, sonra yük və gərginlik A gedir. Sonra azalanlar nə oldu? Maqnit seli azaldı, bir də maqnit sahəsinin enerjisi azaldı. Tam enerji də dəyişmədi. 1-ə A-si, 2-ə B-dir, 3-ə də Y variantı uyğun gəlir. 139. Sarğacın induktivliyi 0,1 Henry olan rəqs konturunda maqnit sahəsinin enerjisinin maksimal qiyməti 200 millicoldur. Uyğunluğu müəyyən edin. Cərəyan şiddəti 1 amper olan anda. Deməli, birinci növbədə uşaqlar fikir verirsinizsə, induktivlik var. Maqnit sahəsinin enerjisinin maksimal qiyməti, yəni tam enerji də var. Onda gəlin birinci növbədə elə rəqs konturunun tam enerjisini istəyir bizdən.
Tam enerji ilə 200 millicolun özünə bərabər olacaqdır. Çünki özü veribdir. Çünki maqnit sahəsinin enerjisi maksimal qiyməti tam enerjidir. Yəni D gedir. Buraya yazaq. İndi mən tapmalıyam maqnit sahəsinin enerjisini. Bunu necə tapacağam? Deməli, tam enerjinin düsturunu yazacağım. W tam bərabərdir. Yox, heç buna ehtiyac yoxdur. W maqnit bərabərdir. L kvadratı bölünsün 2 yaza bilərəm. O da bərabərdir. L 0,1'dir. İni verib 1. Bölürəm. 1'in kvadratda 1 edir 2'ye. Deməli, bu da 0 tam. Deməli, nə qədər düşür? 1'i 20'ye bölsəm. 0 tam %5. Bunu da çevirəndə 50 millicol edir. Yəni 2'ye də gedir, 1'ə də gedir A variantı. İndi 2'ni tapmaq qaldı. W tam nəyə bərabərdir? W elektriklə W maqnitin cəminə. Buradan da W elektriyi tapanda W tamdan W maqniti çıxmalıyıq. Əslində uşaqlardan mən bunların qiymətini tapmışam deyə birbaşa qoyacağım. Amma siz düsturla da gedə bilərsiniz. Yəni birinci İ-mi taparıq, sonra İ-ni tapıb yerinə qoyub çıxa bilərik. Amma onda uzun gedəcək, heç ehtiyac yoxdur. Tam 200'dür. Maqniti də 50 tapmışam. Sonda bu da mənə verir 150 millicol. Deməli, elektrik sahəsinin enerjisi də 150'dir. C variantı. 1A, 2C, 3'e də D variantı.